Selamun aleyküm, əziz və hörmətli dostlar. Bu günləri Düşünüş proqramının 14-cü bölümünə Oğuz bəy cənabları ilə, Oğuz Türk cənabları ilə başlayacağıq və 14-cü bölümü davam edəcəyik. Və bugünkü mövzumuz da keçən 2 həftənin davamında güc nədir və güc nələrdə görünür, gücün əhəmiyyətini danışacağıq və onu düşünəcəyik. Mən əlbəttə bu günləri bir cəlib video gördüm, bu Amerika kartonlarından birini qoymuşdular. Onu mən Instagram'ın şeyində də yaydım. Selamun aleyküm, aleyküm selam. Onu çox cəlib idi. Dəqiqən o şey ki biz burada danışırıq, onu da o kartonda çox xülasə olaraq bir yazarın dilindən eşidir o karakter. Və çox güclü bir sözdür əlbəttə ki. Aleyküm selam dostlar, çox sağ olun, var olun. O dostları ki indi huzurları vardı, canlı proqramda olacaqlar. Hə belə o dostları ki gələcəkdə olacaqlar. Hamısına təqdiri təşəkkür edirəm və can sağlığı arz edirik. Mən fikrim Oğuz bəy yox oldu səfərdən, başlatmadım oldu. Umarım Oğuz bəy indi qoşula bilsinlər. Eyləmişlər. Gəldim Oğuz bəy. Salam aleyküm. Mən Salam bizdən. cənabınızı gördüm amma sonra birdən yox oldu, başlatmadım nə oldu. Sonra gördüm aşağıda bir çıxdı. Hoş gördük, yaxşısınız. Umarım keyfiniz sağlıklı. Buyurun, buyurun. Sağ olun, var olun. Teşekkür ederim. Dostlar, bildiğiniz kimi biz bir zamandır Düşünüş programında, bu günləri 14-cü proqram olur. Oğuz bəylə bəzi məsələlər haqqında öz düşüncələrimizi ortaya qoyuruq və gündəmdə olan məsələlərdən uzaq dururuq. Yəni, gündəmdə çox məsələlər vardı ki, danışmaq olar. Amma bizə belə gəlir ki, bunlarda biz çox rahat tuğlana bildik. Mod dövlətlər yarada bilərlər. Biz o modundan biz o üzə axıb, biz bu üzə axıb əsir ola bildik o modların, o girdabların içində. Amma o zaman ki biz gələk düşüncələrin üstündə danışaq, yol atılar bizə. Biz nəmə-nəmin dalısından getməliyik, amac nədir? O atılandan sonra da dövlətlər hər nə yenilər eləsinlər. Biz yolumuzu bildik. Biz o yolumuzu çizandan sonra gedəcəyik. Oğuz bəy, geçən həftə, 2 həftədir biz güc nədir deyə sual qoyduq ortaya. Cənab-ı Avropalı filosofların tərəfindən nəzərlərin, mən də müsəlmanların və şərq dünyasının nəzərlərini ortaya qoydum, bəhs elədik. Biraz da siz cilayət var idi ki, mən sizi qoymuram danışasınız. Xutkar götürdüm. Bu günləri ya o sözləri deməyəcəksiniz ki, cavabı var, ya da mən cavab vermək haqqım olacaqdır, ya da ki, mən də düşüncəmi bilindirmək haqqım olacaqdır. Onun üçün məni müttəhəm eləyə bilməyəcəksiniz ki, sizə söz vaxtı vermirəm. Mən də burada götürdüm, yazam. Tamam. Biz keçən həftələrdə əgər bir xülasə buyursaq, güc nədir ki, dostlarımızın zehni ola və davam verək. Yəni, yox, yəni, mənim dediyimə cilayə eləyirsiniz. Məsələ budur ki, yəni, o eşit, yəni, bəlli bir eşit zamanda şey eləyək. Mən sözümü anlata bilim. İndi o 1 saat ya 2 saat ki danışırıq, onu demək istirdim. Əlbəttə ki, öyle olur. Yəni, geçən dəfə də zamanımız biraz dar idi, həm mənim tərəfimdən, həm qaliba sizin tərəfinizdən. Birinci sizə salamlarımı, saygılarımı sunum. Təşəkkür vaxtınıza görə. Əziz izləyicilərə və sonra da bizi izləyənlərə indidən salamlarımızı, saygılarımızı, sevgilərimizi sunalım. 14-cü proqramdır, Düşünüş proqramında. Əlbəttə ki, böyle olacaq, danışacaq, tartışacaq, düşüncələr bir-biri ilə güləşəcək ki, düşüncə araya gəlsin, üstün bir düşüncə araya gəlsin. Hətta bəlli bir çözüm arkasında deyilik ki, mütləq bir şeydə cavab tapaq, çözək, qoyaq kənara. Bütün bu prosə elə bizim hədəfimizdir. Belə bütün bu danışıqları qoymaq və təşviq eləmək ki, başqaları da bu işlər görsünlər.
bəlli konseptləri, məbhəsləri ki, çox adamlar qorxurlar danışanlar, çox çətin məbhəslərdir. Elə çox rahat oturub danışmaq olar, lazım deyil həttəmən pırtlaşmaq olar, yəni rahatsızlıq olur. Yox, danışa bilər, düşüncəsi də %100 bəzən fərqli ola bilər, bəzən %70, bəzən yəni əsla önəmli deyil. O gözəlliyi onun əlvanlığındadır düşüncənin. Bunu anlayandan sonra, düşüncəni özünüzdən ayırandan sonra, düşüncəni, o düşünüşü, yəni fəlsəfəni və düşüncəni, o şey sizin düşüncənizdir. Onu şəxsinizdən, sizi tərif eləyən o şeydən ayırandan sonra sizin düşüncəyə bir bağlılığınız yox. Çünki inanc deyil bu. Çünki mən bir şeye inanıram, siz mənim inandığıma bir söz derseniz mən inciyərəm. Öyle değil. Bu bir düşüncedir, ortaya atılır ve o düşünceni sunan seviner ki öbürü o düşüncenin o deliklerini göstersin. Harda eyibler var. Ki düşünce düzelebilsin eğer düzelir. Düzelmir dese kenara koyacaktım. Bunu esasen kısa olarak benden istediğiniz gücü şeyleyeyim. 1900'lerin illərində Russell, herkes tanır bizim felsefe bilenler, Bertrand Russell'ın güzel bir sözü vardı, qudret barəsində, güc barəsində. Yani o güc nedir? Biz həmişə istəyirik görək güc nedir, onu tərif eləyəkdir. Bir şeyin də ki demişik önceden, bunu biləsiniz, ne çok tərifi olsa, onun demək ki tərifi yoxdur. Yani bu bir söz değil, bir şey değil, eybi yoxdur. Yani lazım değil həttəmən. Çünki o qədər bunun boyutu var ki, o baxış açısı o qədər çox olur ki, da deyə bilərik ki, yoxdur. Ha, vardır, siz onu öyle tərif edersiniz, öbürü de öyle tərif eder. Tamam, təriflər olar, min dənə tərif olar. Ancaq, laf o kökənində, o dibinə gedəndə tərif eder. Mən əslində Russell'ın sözünə düşünürəm, inanır və qəbul edirəm ki, Bertrand Russell'ın güc barəsində çox qısa tərifi daha yaxşıdır. İndi ərz edirəm, mən özüm də başqa türlü tərif eləmişəm. Deyir ki, necə ki fizikdə enerji olmasa əslində fizik elmi yoxdur. Bütünlüklə fizik elminin o fundamenti, kökəni, odağı, mərkəzi enerjidir. Deyir, bütün sosial sayensdə də, yəni toplum bilimində də, insanlarla mürabitədə, insanların rabitələrində və toplumda və sosietədə güc də öyle bir şey. Tam fundamenti, tam şeyin ortasındadır. Odaqdır. Çox önəmli bir məsələdir. Mərkəzdir. Yəni fizik dünyasında necə enerjinin o qədər önəmli yeri var. Həqiqətən də enerjini kənara qoysaq da fizikdən danışmaq təqribən də sözümüz yoxdur danışaq. Çünki hər şey o enerjinin üzərinədir. O enerjinin değişik boyutlarının üzərinədir. Sosial bilimlərdə, yəni toplum bilimlərində də qudret öylədir. İndi bunun değişik, ərz eləmişik öncədən də, değişik boyutları var. Siz bir golf topunu düşünün. Çünki golf topunu deyirəm ki, golf topunu biraz yaxın baxanda böyle küçük onun boyutları var. Yani bütünlüklə saf değil. Ona göre misal gətirirəm. Siz o golf topunu siz düşünün. Bu bir qudreti, gücü de öyle bir top gibi düşünün. Onun her tərəfinin bir boyutu var. Yani dəfələrcə danışmışdım. Yani özel olarak da danışanda da, burada kamera önünde de danışanda da. Mesela sizi birileri tanıyor. Mesela 10 adam sizi tanıyor. Siz o özü gücdür öyle. Siz bir yerde, bizim de meselelerde var bilirsiniz, deyirlər adamı tanıdıq yerde qurt yesin. Ne demek? Yani orada tanıdık olsa hiç olmasa biri gələr adama sahip çıxar. Siz düşünün ki 10 nəfərin yerine ola 10 milyon. Sizin o özü bir qudretdir, tanınmışlıq bir qudretdir. Qudretin bir boyutudur. Lazım deyil ki, çox milyoner olasınız, milyarder olasınız. Yani o da bir boyuttur. Ama olay ikisi de olsa ikisi de olur. Demək ərz eləmək istəyirəm ki, o boyutları çoxdur. Mesela siz deyirsiniz ki, mən filan dinə tabiyəm, mən filan dinim var, ne bileyim, Budistem ya Müslümanım ya Yahudiyim.
və mənim Allahım belədir və mənim dinim qədimidir və çox böyükdür mənim Allahım. Və Allahım əkbərdir də, böyükdür. Və siz oradan qüdrət kəsb eləməyə çalışırsınız. O qüdrətin bir boyutudur sizə. Ki siz o dinə tabiçisiniz. Sizin Allahınız odur. O sizin arxanızdadır. O sizin püştimanınızdır. Onun gücü sizin gücünüzdür. Savaşda da deyirsiniz ki Allah bizimlədir. Yəni istəyirəm deyəm ki, hətta bu da bir gücün boyutudur. Ama ben ikisinin de işare elədim. Biri tanınmışlıq idi ki, önceden de danışmışıq. Mesela biri gedib basketbolda qəhrəman olmuş, tanınmış dünyada. Onu media tanıttırmış. O fakat yalnız o tanınmışlıq boyutundan qüdrət edə bilər. Özündən yaya bilər. Yəni gedər mesela, deyər ki, mən deyirəm ki, bir siyasi məsələdən soruşurlar, o deyir ki, bir siyasi məsələdə də nəzər verir və camianın görüşünü dəyişdirə bilir. Bilirsiniz, bu kampeynlərdə, siyasi kampeynlərdə futbolistləri gətirirlər, boksurları gətirirlər. Əgər yadınıza gəlsə, Muhammed Ali Clay, Muhammed Ali, boksör Muhammed Ali'ni siyasi agent olarak göndərirdilər Orta Doğuya o zaman, əgər yadınıza gəlsə. Yəni Amerika tərəfində. Niyə? Çünki Muhammed Ali nədə yaxçıydı? Adam dövmədə. Yaxçı vurmada və yaxçı köpək yemədə. Yəni, lap düzü budur. Yaxçı yumruq yiyirdi və yaxçı yumruq atırdı. Amma bu gəl üçün tanınmışlıqdır və bu sevimli adam olmuş. Hətta o zaman savaşa da getməmiş. Sonra Clay adını dəyişdirmiş, müsəlman olmuş. Belli bir məhbubiyyət qazanmış qaraların arasında Amerikada. Ve böyle yani o tanınmışlığından böyle olmuş. Ve onu bir siyasi anvoy kimin, bir siyasi kimin göndermişler, Amerika'dan göndermişler Orta Doğu'ya barış mesajları göndermek için. O tanınmışlığı. Bəs bir tanınmışlığa da işarələdik. Bir de hətta şeyə işarələdik. Dinə, mesela biri ki, mənim dinim filandır. Yani demək ki, özünü bağlayır oraya və oradan güc istəyir özündən sadir eləsin. İki boyuta işarələdik. Çox boyutları var. Ve gene də ərz elədim, sosial bilimləri, Səfəli bəy, biz gücü danışmadan, gücü anlamadan, sosial bilimləri bilmək və danışmaq boş sözdür və anlamsızdır. Buyurun. Çox sağ olun. Mən elə sualım bu olacaqdır ki, yəni bunu bəhs edək. Əlbəttə siz orada bir işarə elədiniz, mən ona da nəzərimi deyib sonra gedək da. Buyurunuz ki, əgər bir şeyi çox tərif eləsələr, onun mənası budur ki, tərifi yoxdur. Təqribən demək ki, tərifi yoxdur. O bir baxışdır, amma mən də onu yəni illərdir bu fərqli bir şeyə çatmışam. O da budur ki, hər kəs öz mənafiyinə görə, ya şəxsi, ya milli mənafiyinə görə tərif edir. Onun üçün təriflər mütəzad olur, mütəfavit olur. Yəni, fəlsəfədə də bu cürdür, elmdə də deyək ki, məsələn, bəlkə riyaziyyatda o cür olmaz, ya həndəsədə o cür olmaz, amma bir çox şeydə o milli və şəxsi mənafilər tərifi fərqin göstərir. Fərqsəlilər bir tərif edirlər, elə həman onun dibindəki Alman, İngilistan, Sued, Suis, bunlar da hərəsi bir ayrı tərif verirlər, Amerika bir ayrı, Kanada bir ayrı. Məncə o mənafiə bağlı olur, gücə yenə bağlı olur. Hər şey güc istir əldə eləsin, o gücü nə cür əldə eləsin tərif edir. Biz də onu, yəni, Güney Azərbaycan ya Türk dünyasında ya İranda olan türklər deyək, biz də tərif eləməliyik. Yəni, özümüzün tərifimiz olmalıdır. Çünki özümüz tərif eləməsək, başqasının tərifini eləsək, onun dalısından getməliyik. Mən belə düşünürəm. İndi geçsək, əgər bu şeylərə, boyutlara, gücün boyutlarına ki, güc nədə görsənir? O gücün məsələn, biz tərif edəndə dedik, geçən həftə də bunun üstündə danışdıq. Yəni, güc bir şeydir ki, çox da tərif eləyəndə özü ilə özünü tərif eləməyə çalışır. İlla ki, gələk deyək ki, boyutu ilə tərif eləyir. Şimdi cənabımız iki boyutuna işarə elədir o şeydən. Bu bir həqiqət istiyaq istəməyək ki, güc çox golf topun misal burada. Mən özüm golf topun məsələn bəlkə bir dəfə görmüşəm ya görməmişəm. Dostları çox heç görmürəm. Amma
Amma futbol topun, o gön topu hamı görübdür. Onun hər yeri o cürsü qız tikəri. Bəlkə də çox bəlkə ad orasında o tikələrində sözümüz yox. Amma o iki tikələr bir-birinə tikilibdir. Hətta rəhləri də bəzən fərqli olur ki, o şətrenç kimi göstərir ya şətrenç səfəsi. Əslində çoxdur, öyle görünür. Ancaq uzaqdan yuvarlaq görünür. Bəli, bəli. Biraz yaxından baxsanız çox onun boyutları var. Bəli, o şey də futbol topu da o cürdür. Eyni şətrenç kimi də onu rəhlirlər ki, iki rəng olsun, görünürsün. Əvvəldə hər bir qonu o cürdür. Mənə gəlir ki, hər bir qonuya o cür baxmaq olur. İndi boyutlarına geçsək, mənim də nəzərimə gəlir ki, ən başda gələn mənim nəzərimə sərvət, o şey ki, sərvət adlanır. Pul yox ha. Sərvət dediyimizdə o şey ki, sərvət adlanır. Bir zaman olabilir yer olsun, bir zaman olabilir nökər olsun, bir zaman olabilir maşın olsun, bir zaman olabilir ki dolar olsun, bir zaman olabilir qızıl olsun, bir zaman olabilir fabrika olsun, tükkan olsun, ev olsun, hər nə olur olsun. O şey ki, sərvətdir. O gücün əsli gücü odur. Hətta ordu gücü o sərvətə bağlıdır. Mən diqqət edirdim Oğuz bəy tarixə, bəzən indi biraz da çox girişmişəm bu kitablara. Orada görürdüm ki, məsələn, adam deyir ki, biz ordu istəyək, məsələn, 10 dənə əskərimiz çoxalsın, pulumuz yoxdur. Biz bir yerdən bu pulu almalıyıq, ya gedib qarət eləməliyik, ya filan kəsin əlindən almalıyıq, ya biləxərə da, yəni o pul məsələsidir. Mən görürdüm ki, hətta bu, yəni belə baxıram mən tarixə ki, bu imperatorlar ki, yekəlirlər, gücü çoxaldırlar, o başda oturan adam daha çox zirvətə ələ gətirir. Məsələn, biz İngilistana baxanda deyirik ki, bunlar məsələn gəliblər dünyanın bunlar torpaqlar, günəş bunların tutduqları torpaqlarda baxmırdı. Yəni o qədər şeydir. Amma baxırıq görürük ki, məsələn, bir də bunların bu torpaqlar İngilistanın şahının əlindədir. Sərvət olaraq, güc qaynağı olaraq. İstədiyi adama verər, istədiyi adam da orduya gətirər, oradan pul alır, pul gəlir, insanlardan vergi yığır. Mən çox bu sərvət qaynağın güc qaynağı bilirəm. Yəni güc oradan gəlir. Və fikir edirəm ki, sərvət özü güc. Hər kəsin sərvəti daha çoxdur. Məsələn, Bill Gates'in sərvəti dünyada fikir edirəm ki, kəsində hətta o nədir, böyük fabrikalar var idi, nə bilim, ailələr var idilər. Amerikada çox məşhur deyirlər, bank, dünyanın bankçılar zatları onların əlindədir. Hətta indi nəzərə gəlir ki, onları da keçib qabağa Bill Gates. Onun üçün də adam məsələn dünyanı saymır. Erdoğan cənabları ilə danışanda tərköynə ilə gəlmişdi, oturmuşdu, danışırdı. Yəni t-shirt deyirlər də, bu tərköynə indi. T-shirt ilə danışırdı. Oğlu ilə, məsələn, Amerikanın rəis cümhuru ilə gedir, uşağı alır, boynuna gedir. Yəni çünki güc var. Ya Bill Gates'i demirsiniz. Ne deyirəm? Ya Bill Gates değil o. Ha, o düzdür, ha. Elon Musk. Ha, Elon Musk. Çox güclü, yəni mənim nəzərimə burada nə ordusu var, nə dövlət əlindədir. Amma onun əlində sərvət var. Dünyada olmayan sərvət, yəni insanların 90%'nin sərvəti qədər sərvət olduğu üçün güclüdür. Mən indi düzün axtarsaq sərvəti və bu günləri də onun, yəni onun şeyi olaraq qızıldır, nə bilim dolardır, nə bilim yerdir. Yəni bunları da şey bilirəm, sərvətin bu günləri o şeylərini bilirəm. Və ha belə bu internet sahəsində currency deyirlər, cryptocurrency, məcazi pul var. Onlardır, sahamlardır, fabrikalarda hər nə qədər sahamın çox olsa, hətta malik olsa, o qədər. Mən, məsələn, Çinin indi inkişafın ki, gedir güc olsun, mənim nəzərimə gələn 10 ildə Amerikanın zadı da keçidaqdır, məncə onu sərvətdə görürəm. Sərvətin bir boyutu puldur filandır, amma o birisi boyutu savad, məsələn. Hətta savaddan üstün
təhqiqat, araşdırma və ixtira. Yəni, elmi və teknolojiki tövsiyəsi desək, ya inkişafı desək, o sahədə çalışmaq məncə gücdür. Siz bunlara necə baxırsınız? Əlbəttə ki, siz də, mən not götürdüm, yəni, mən iki boyutuna işarə elədim. Bunu biz bir-bir danışa bilərik. Bu boyutlarını bir-bir danışsaq, onda yavaş-yavaş bu nə olduğunu bəlkə anlaya bildik və öyle tərif edə bildik. O filin məsələsi kimi. Bunun birazı ayaqdır, birazı qulaqdır, birazı quyruqdur, birazı bunun bu dişidir. Və bunu bəlkə bir işıq sala bildik. Çünki işıq yoxdur, otaq qaranlıqdır və bu filə biz dokunuruq o yan bu yanına. Çünki bu nədir? Çox gözəl bir məsələdir da bu fili məsələsi. Çünki istirik onu bir türlü tecessüm eləyək beynimizdə. Görək qudrət nədir? Social science-da ki, protokol science onun bir tərəfidir, yəni toplu bilimlərdən. Çünki biraz öncə arz elədik, Bertrand Russell'ın gözəl bir cümlədə, çox gözəl söz deyibdir. Deyir ki, fizikə enerji necədir? Sosial bilimlərə də qudrət öylədir. Yəni, qudrət olmasa yoxdur. Sosial bilimi yoxdur, yəni gedinə yox. Department kapalıdır. Ancaq indi bildik, tamam, bildik ki, bunun ortası, odağı, mərkəzi budur, qudrətdir. Qudrəti nedir? Və bunu tərif eləyə bilmirik. Yəni, qudrət filan şeydir. Mən onu saatlər tərif eləməyə çalışmışam. Və mən o məsələyə o qədər bildiyimdən, təvazöyümdən deyirəm, çalışmışam. Yoxsa tərif eləmişik. Yoxsa rahat deyə, mən də 3 cümlədə deyə bilərəm. Amma demişik ki, birinci bir, mesela, həyatda qalmağa çabadır, beceriklikdir. Siz buna müvafiq olursunuz. Bir unit varlıq, və hatta insandan da çıxmışıq kənara, bir unit varlıq, öbürü unit varlığı kontrol etməkdir. Bunlar hamısından, yəni biz tərif eləmişik əslində. Ancaq o təvazödən, niyə? Çünki məsələ o qədər dərindir ki, mecburuq təvazö göstər. Məsələ en fundamental, en büyük meselelerden biridir. Buna göre çok rahat, onlar için rahat ortaya atılala bir dəqiqədə və atılala deyirlər ki, biz tarif elədik bunu, ondan çəkilməyə çalışırıq. Yoxsa anlama gəlməz ki, biz onun tərifini bilmirik və ya demirik. Tərifi bəllidir. Tərifi bir unit varlığın, canlının, öbürü unit varlığın üzerine, öbürü varlığın ərz edirik. Da orada canlı demirik. Bir toprağın üzerine, bir malın üzerine, bir şeyin üzerine, bilginin üzerine onun kontrolüdür. Çok ince meselelerdir bunlar. Ve biz iki boyuta işaretledik. Bir tanınmışlığa, bilirsiniz mesela, ben misal da getiririm. Ben Mehmet Ali Clay misal getirdim size. Siz indi Güney Azerbaycan'da təqribən herkes Ali Dayı'nı tanır, değil mi? Yani misallarla adam anlayabilir. Önce bir şey adam danışmak lazım, anlatmak lazım. Sonra misal. Ama misalla anlatmak olur. Ali Dayı'nı hamı tanıyor da bilirsiniz. Çok güzel. Ali Dayı bir sözü deyəndə daha çok təsir koyabilir genelde topluma ya siz deyəndə. Bunun cevabı bəllidir. O ya tanınmışlık boyutunu işlədir. Öbürü taraftan da şeye işarettik. Unuttum. Bilgi boyuta hansı işaretti. Etiqad. Dedim ki, birisi də çox rahat bəli, deyə bilir ki, mən filan qruba bağlıyam. O da o qrup bağlılığıdır. Mən filan millətə bağlıyam, filan dinə bağlıyam. Və mənim bağlı olduğum düşüncələr daha güclüdür, daha büyükdür, daha eskidir. Mesela 7000 illik məsələdir. Öbürü də deyir, sənin dinin məsələn, deyir, mesela 200 il bundan qabaq düzəlir. Bunlar eşidibsiniz, bilirsiniz. O da bir boyutudur. Arz elədik ki, biri çox rahat deyə bilər ki, məsələn, mən Yəhudiyəm, bəs bir türlü mənim sözdə daha çox üstünlüyüm ola bilir. Qüdrətini sadir edir. O da siz iki dənə ayrı boyuta işarətdiniz. İki dənə ayrı cənbinə, cəvanib ki deyirlər ya, məsələn. Oğuz bəy, biraz bu din məsələsini biraz ataq. Məncə bu qudrətdə çox mühümdür. Yəni, bu güc necə din vasitəsi ilə ələ gəlir
Əslində dinlər niyə vücuda gəliblər? Əgər o zaviyədən baxsaq, daxı mən nəzərimə gəlir ki, ona dönərək, təbii ki dönərik. Özdə çox həssas bir məsələdir, bilirsiniz. Çünki inancla ilgili olduğuna görə çox toxunar hər kəsə. Çünki inanc gəlir, yapışır beynin kimlik bölümünə insan qəlbə. Özünüzü tərif edirsiniz o inancını. Ancaq biraz önce hazırladım. Siz düşünüşü də, düşüncəni də özünüzdən ayıra bilsəniz, ona hər kəsdə hər türlü həml eləsə, siz özünüzə onu almayacaqsınız. İndi mən dönüm gene də o sözümün rəvalına ki, siz də iki boy təşər elədiniz. Biri yiyeliyə, ona sərvət qoydunuz, mal qoydunuz, pul qoydunuz və kriptokurans hamısı. Ancaq onun başında mən onu geçen həftə təsadüfə baxın, bu barədə yazmışam ki, yiyelik nedir? Çünki Türkçədə bunun adı yiyelikdir. Bir də bax, məqalədə bu adınandır, hər kəs baxsa, öyle yazmışam və yaymışam. Yiyelik nedir? Türkçəsi olur yiyelik, Arapçası olur sahiplik. Mal, sərvət, sahiplik nedir? Beyində necə oluşur yiyelik? Necə siz bir şey diyebilirsiniz ki, mən filan şeyin yiyəsiyəm? Biri yiyeliğe işaret ettiniz, mala, servete falan. Biri de bilgiye ve bilginin ne bir bilgisi olan da o da bir boyutudur, o da cüzlüdür. Bir cemde, bir yerde, 10 neferlik bir yerde, 100 neferlik bir yerde birisinin bilgisi öbürüsünden daha çok olsa, elbette ki o daha çok kudret edecek. O daha çok etki bırakacak o gruba. O daha çok kontrol edebilecek vəziyyəti. Onun bilgisi çoktur. Çok belli bir şeyler, ancak bunları demek lazım. Belli bir şeyleri bir deyip kenara koymak lazım. Ki bu topun biraz dikkatinin bakanda yuvarlak değil. Bunun boyutları, köşeleri vardır. Tanınmışlığı dedik, gruba bağlılığı dedik, inanca ve gruba bağlılığı. Şimdi ben filan gruptanım, ben filan millettenim. Mesela bir gang, bir New York'ta, bir ne bileyim Los Angeles'te, bir şehirde bir gang üyesi, üzvü istəyir, öbürü qəngə deyir. O bəlli bir sign ilə burada bəlli bir sign göstərir. Ya əli ilə bilirsiniz, bu qənglərin signları var da. Əli ilə bu signı göstərir, o signı göstərir ki, niyə? Mən filan qruba bağlıyam. Ya bir Yahudi məsələn gətirir, başına bir dənə təkkə qoyur ki, sizə və cəmdə göstərir, mən filan qruba bağlıyam. Dini ona görə dedim. Çünki din də qrupların biridir. Ya biri de gelir mesela, Hristiyanlar da gelir mesela bir tane haç asır buraya. Siz sonra bakmak hemen onun hangi gruba bağlı olduğunu bilirsiniz. O öyle kudreti orada emal ediyor. Ve bir Müslüman da başına gene de o terlik deyirlər Türkiye'de. Terlik koymağına, biz terlik başka şeye deyirik. Türkiye'de terliği başa koyana deyirlər. Biz Ərəbdən dildə gələş koymağına. Ya her danışıkta inşallah maşallah Allah bilir, Allah sizden yarası, Allah sen bir. Ya mesela danışığa başlayanda Bismillah. Bunlar hamısı neyi gösterir? Yani ben filan gruba bağlıyım. Yani ben o Bismillah grubuna bağlıyım. Bismillah grubu da ki Allah'la ilgilidir, Allah da ki ekber. Çok böyüdür de ondan böyü yok. Bu Farslar kimin? Mesela da Kəbirdir, Abbas da Kəbirdir. Hamısı Kəbirdir. Yani sahirləri yok. Yani hiçbir insan gelip demez ki ben filan dine gruba bağlayayım ki onun Allah'ı sağırdır, asgardır, ekber. Hiçbir şey, böyle şey yok. Çünkü insan istediği bir gruba, o kudrete, ben bu sözü kudrete getirirəm bağlayayım. Allah'ın ekberliği insan beyninde kudretle ilgilidir. Çünkü hiçbir grup insanlar bu dünyada yoktur ki diyorlar bizim Allah'ımız asgardır. Çünkü insan istediği kudrete yönelsin, kudretin boyutudur. Ben filan gruba bağlayayım. Mən gəlirəm o qəngin qrubu kimin. Sizə deyirəm, düzdür, mən yalnızam bu New York'un xiyabanında gecə saat 2-də. Amma mən filan qruba bağlıyam. O qrup gələr, yarın mənə bir şey eləsən sən, gələr səni filan məhəllə əlindən alar, buradakı uyuşturucuyu satar. Aynı məsələdir ki, biri gəlir, deyir, mən Xristiyanam, mən Yahudiyəm, mən Müsəlmanam, ya mən Zərtüştiyəm. O deyir, mən filan qruba bağlıyam. Ona görə mən qudret emal eləyə bilərəm. Bütün məsələ budur. Heç kəs gəlib gecə saat 2-də bir dənə qrup qəngin önündə deməz ki, mən heç bir qruba bağlı deyiləm, heç kəsdə məndən müğayət olmayacaqdır. Yəni zəifə tərəf getməz ki, qudrətə tərəf gedərdən. Qudrətin boyutlarının biri də bir qruba bağlı olmaqdır. Ki onu
Yəni o dinə bağlı olmaqdır və ya bir millətə. Biri gəlir deyir, mən Türkəm. Mən Yunanlıyam deyir. Mən bilirsən mən kiməm? Mən Yunanam, mən Helenəm. O istəyir deyə ki, mən oradan qüdrət emal eləyir. Mən belə bir millətim var bu millə yəni. Yoxsa heç kəs gəlib deməz ki, mən bir tanınmamış, zəif, səfih bir millətin üzvüyəm. Heç kəs bu cür danışmaz. Gələr deyər, mən Misriliyəm. Gəlir, mən Keniyalıyam. Və iftixar eləyirəm Keniyalıyam. Ya məsələ, mən Azərbaycanlıyam və iftixar eləyirəm. Əlbəttə ki, deyəcəkdir. Çünki qüdrətin boyutları biri bir qrupa bağlı olmaqdır. Bunu anlatmağa çalışdıq. Və öbüründə dedik neydi? Tanınmışlıqdır. Siz də çox gözəl işarə elədiniz. Yelikdir ki, istəsəniz o barədə, çünki mən o barədə yazdım, yaydım, danışarıq. Bir də ki, bilgidir. Biz 10 nəfər bir dənə dağda gedirik. Biri dağı tanıyırın səfərində. Olacaqları bilir. Bilir harda ilan var, harda çala var, harda çula var, yol hardan gedir, harası yaşdır, harası qurudur. Əlbəttə ki, o kontrol edəcək o qrubu. Değil mi? Öyle değil mi? O deyəcək ki, buradan gedək. Hamı onun sözünə baxacaq. Bəlkə aparıb onları uçuruma götürəcək. Biz bilmirik onu. Amma onun kontrol gücü var. Bilgi. O deyir ki, mən bilirəm, mən buraya gəlmişəm 10 dəfə bu dağa. Ona görə mənim arxamda gəlir. Bəs bilgi orada neynədir? Qudrətin bir boyutu oldu. Və yelikdəki, siz işarə elədiniz, mal, sərvət və Elon Musk'ı və elə nedir o adamı da dediniz, o da elə öylədir. Microsoft, Bill Gates de Microsoft'ın şirkətləri sahibi və Jeff Bezos ki Amazon'un da çox şeyləri sahibidir mənə görə. Və bu məsələ onun misal olaraq gətirir. Anlayaq ki kim çox yiyeliği var, kim çox sahipliği var. Neyin sahipliği? Neyin sahipliğini istəsəniz danışarıq. Və sahiplik nedir? Yiyelik nedir? Çünki mən o barədə tazəyəm, indi fresh yazmışam. Ona görə hər şey burada. Yiyelik nedir? O çox danışılmalıdır. Yəni, malikiyyət məsələsi nəyə malik olmaq? Yəni, bu malik olmaq özü çox ciddi bir məsələdir. Məsələn, qədim xanlar var idi bizlərdə. Yəni, xan və bəy var idi. Yəni, bunlar yer maliki idilər, kət maliki idilər, ağac maliki idilər, o kətdinin maliki idilər belə. Düzdür, İranda danışırlar, bunu inkar edirlər ki, yox, bizdə malikiyyət o şəkildə deyildi. Amma o vaqiyyət budur ki, mən bir kəndi alanda onun adamları ilə bahəm alırdım və o adam bir ayrı kəndə gedəndə məndən icazəsiz geçsəydi, mən kənd ərbabı ilə, xanı ilə sözünü çıxırdı, davaya gedirdim, sən mənim adamımı niyə almırsan? Yəni, pənahəndə kimi bir şey olurdular adamlar, bəzən onun üstündə savaş çıxırdı. Amma hər halda, istəyirəm deyək ki, o yiyəlik çox önəmlidir. Buna görə ki, nəyə yiyək? Məsələn, misal olaraq, Azərbaycana biz yiyiq ya yox, biz Azərbaycanın sahibi yox, maliki yox. Mən bunu beləsi düşündüm ki, yəni siz də o sözü danışanda, mənim nəzərimcə ki, malikiyyət özdə o ərəbcə sözdür, bizdə bilmirəm bunu nədir deyək, siz bunu mənə köməklik eləsəz, malikiyyət həddəksəri, yəni qüdrət ibarətdir, malikiyyət həddəksəridən, yəni ən yuxarı, ən üstü, hər kəs ən üstü çox malikiyyəti var, ən çox malikiyyət varıdır, o dahi çox güclüdür. Ondan aşağı hər kəs ondan biraz az güclü malikiyyət var, onun biraz az güclü var, ha belə gəlir. Ama unutmamalıyıq ki, biz gücün bir boyutunu yalnız danışırıq, yiyeliği. İstəyirəm. Elə ona görə deyirəm ki, bu malikiyyəti danışaq. Çünki bu malikiyyət bu rahatlıqda üstündən geçməyək. Məsələn, biz Azərbaycanda yaşırıq. Misal olaraq bunu vuraq. Bu bəhsdən siz çıxın cənabı. Azərbaycanda yaşırıq. İndi deyək ki, İranda yaşayan türklər 40 milyon, 50 milyon, 30 milyon, 10 milyon, 3 milyon adamız. Əcəba bu Azərbaycan ya türklər yaşayan yerlərin maliki biziq indi. Yoxsa bunun bir malikləri vardı ki, bizə onların əlindədir ki, o buranın torpağının da gücü, hər şey. Bu malikiyyəti biraz açaq. Biz bunları danışanda, sizdə, bizdə, biz gərək heç diqqət eləyək ki, biri çox şeyə sahibdir, bəs çox güclüdür. Yox. O gücün bir boyutunu danışırıq. Və ərz elədim də, biz gücü həm misal vurduq ki, top kimi gördük ki, çox gücü var.
həm də çalışır ki, indi boyutlarını ataq da, yəni yaxşı bu adamın yeri çox olanda ordusu ola bilir, əskəri ola bilir, silahı ola bilir, teknolojisi ola bilir. Onu bilmirik ki. Biz yalnız bir boyutunu danışırıq. Sonra bir boyutunu danışırıq da, yəni bu boyutları danışmasaq biz bilmərik güc nədir. Məsələn, hər şeyi danışaq, deyək ki, danışqahlarda ya o yuxarı səviyyədə təhqiqatlar, araşdırma mərkəzlərində məsələn teknolojiyə əhəmiyyət verməyələr. Ya turizmə məsələn hətta əhəmiyyət verməyələr. Yəni, nə bilim, sadirat, varidata məsələn əhəmiyyət verməyələr. Əkincağa, məsələn biz bu şeydə gördük da, koronada gördük. Birdən məsələn bir çox məmləkətlər dağa tapanmadılar adamlarına. Niyə? Güclülər gəldilər, dəryada onun gəmisindən götürdülər, apardılar, gücsüzlər qaldılar orada ölmağa. Bir boyutuza. O da qatı gücdür. Qatı güc yəni... İstəyirəm onu deyəm ki, yəni biz gücün, məsələn, yavaş birdən görürük ki, güc, məsələn, birdən oraqda bizdə qalmış ki, məsələn, Kanadada birdən də bunu ayırdılar, niyə biz davanı düzəldənmirik? İndi məsələn, birdən-birə gördülər ki, gücün bir parçası əllərində deyil. Yəni, vəht davanı düzəldənmirsiniz, gücün bir boyutu sizin əlinizdə deyil. Birdən indi gördük, bu nə deyil, Amerikanın rəis cumhuru Trump gəldi, dedi ki, mən sizə tərif qoyuram, yəni maliyyat qoyuram işlərinizə, güclərinizə, pulunuza, iqtisadınıza, bizə göndərdiyinizə. Birdən-birə Kanadalılar düşdü. Biz burada, məsələn, niyə öz yemağımızı özümüz əkə bilməmişik, tökə bilməmişik, hətta yemağımızı belə bağlıyıq olaraq, bunlar gücdür. Yəni, biz bunların hamısını bilməliyik ki, bizim zehnimizdə insanlarımızın, xüsusən toplumumuzun zehnində güc boyutları açılsın və bilsinlər ki, biz güc nədir? İndi yiyəliği danışaq, sonra o birisi boyutlarında danışaq. Yiyəliq nə deməkdir? Yəni, məsələn, əvvəl boyutları nələr olur? Özünün tərifi nədir əslən? Yiyəliğin tərifi nədir? Necə biz anlataq bunu ki, yiyəliq yönləmə nə? Və doğru yiyəliğinin məcazi yiyəliq yönləmə nə? Yəni, doğrudan biz yiyəliq... Hamısı aynıdır. Beyin olaraq bilmir. Hər halda. Buyurun. Çox sağ olun. Biz bu güc məsələsini ki, danışırıq indi bir sürədir. Yoldaşlar işi bizim danışığımız. Səsini biraz uzatsanız yaxşı olar. Səsiniz mənə çağırın. Ucadan danışım. Bəli, səsinizi biraz uzatsanız. Bizim sözlərimizi bu güc barəsində eşidirlər, izləyirlər. Onlar o ilkindən bizim danışıqlarımızı təqib etməlidirlər. Ki, orada birinci olaraq biz gücü tərif eləməyə çalışmışıq. Ondan sonra biz insan mədəniyyətində yazılı olaraq, gəlib bizə yetişən olaraq, Batı filsuflarından, sonra Doğu filsuflarından, onlar ki, düşünürdülər, güc barəsində danışıblar, o barədə danışmışıq. Əflatunun görüşünü güc barəsində danışmışıq. Ərəstununkin, Machiavelli'ninkin, İbn Xaldununkin və Farabi'ninkin ki, Batıda necə görünüb, Doğuda necə görünüb. John Locke'ın düşüncəsini gücün barəsində çox qısa. Marx'ın danışmışıq, Karl Marx'ın, Michel Foucault'un danışmışıq, Nietzsche'nin danışmışıq və Hannah Arendt'in. Və bu gün də çox özət olaraq şey danışdıq. Bertrand Russell'ın çox qısa tərifini. Başqa adamlardan da danışacaq ki, gücü tərif eləmək. Bəs ona görə yoldaşlar bir-bir izləmədilər ki, nəyi əvvəl dedik, sonra nəyi dedik, sonra nəyi dedik. Və sonra indi deyirik ki, güc nesnesinin, o şey ki, ona biz güc deyirik. Əlbəttə ki, nə dedik? Güc, yalnız biz işığın gücündən danışmırıq ki. Çünki o fizikdə danışacaq. Biz insan ilişkilərində, sosial ilişkilərdə gücdən danışırıq. Bu gücün boyutları var demişik. Və onu təşbih eləmişik bir topa ki, onun böyle yaxından baxanda, uzaqdan baxanda yuvarlaqdır. Biraz yaxından baxsan böyle boyutdur. Və o boyutlarını bir-bir anlatmağa çalışırıq. Ona görə bir-bir bunu silsilə kimi, böyle zəncir kimi yoldaşlar təqib eləməlidirlər. Və gəlirik və o boyutu danışanda, mesela pulu. Pul hansı yerdədir? O yiyəlik yerindədir. Pul özü bir boyut deyil. Çünki pulu sahiblənmək istəyir. Axırda istəyir görək, gəlib biz fəlsəfə danışırıq. Ona görə gəlib biz o şeyin özünü danışaq. Özünün özünü. Zaten fəlsəfənin mənası elə odur. Yəni, gedirik o dibini gedirik çıxardıq ki, onun hardan gəlir? Onun genealojisine baxırıq, onun o ağacın kökü hardadır?
Ağacın kökü, pul, sərvət, mal falan hamısı axırda yiyəlikdir. Yəni sahiblənmək, yiyəlik. Və bu yiyəlik nedir? Səfəli bəy. Və mən bunu ona keçmədən öncə mən çünki getdiniz o tərifləri dediniz. Biz bir tərif elədik özümüz. Yəni cənabınızla mən bir əl-ələ verdik, bir tərif elədik 2 həftə bundan öncə. Yəni 2 həftə, yəni 2 proqram öncə, həftə demirik, 2 proqram öncə güc bacarıqdır ya elə bir zorluluqdur ki, başqalarının üstündə müsbət ya mənfi etki buraxa bilir. Bundan dolayı başqa güclər ilə qarşı durmalıdır. Əgər o başqa zorluların qarşısında uduzarsa, məhkumdur durumuna düşür. Əgərsə qalib olursa, daha çox güc qazanar və qazanmağa çalışar. Güc daha çox güclənmək və yayımcılıq istər. Onu öncə demişdim mən. Mənim xatirimdə birincidir. Birinci bəy. Qalmaq, güc birinci istəyir qalsın, bəqada qalsın. Birinci yönelim və əyilim bəqadır. Ondan sonra o bəqanı yaymaqdır. İndi bəqanı sən dağa daşa yaya bilərsən, öbürü heyvanlara yaya bilərsən, bir şeyi dəyişdirə bilərsən. Ərz elədik o saniyədən ki, sən bir dənə daşı götürürsən və o daşı itildirsən ki, bir şey kəsəsən, onu kontrol etmişsin, onu dəyişdirmişsin. Və o becerik ki, sən o bir şeyi dəyişdirə bilibsən, o daşı və ya ağacı kəsibsən, bir iş görübsən, onu kullanıbsan, bax, onu kullanıbsan, onu işlədibsən, onu kontrol edibsən. Sən ona öz gücünü emal edibsən. Beyin gücü, əl gücü və bunu heyvana da emal edə bilərsən, insana da. Gücün mərkəzi budur. Bu, belə tərif olunur. Ancaq buna biz qane deyirik. Neynirik? Ona görə danışırıq. Biz deyirik, bunu daha çox açıq görək nedir? Boyutların biri yerlikdir. Mən yoldaşlardan, hər kəs ki istəysə, çünki mən indi belə danışıram da, ancaq təhqiqim üzərinə, mənim araşdırmam üzərinə bunları yazmışam ki, yiyəlik nedir? Ona görə bu məqaləyə baxa bilərlər ki, məqalənin adı da yiyəlik nedir? Çox cüz. Mən orada belə anlatmışam ki, mən özüm şəxsən, mənim şəxsim özüm uşaqlıqdan, bir şey anlayandan, həqiqətən də, gerçəkdən də, yiyəlik məsələsi ilə, sahiblik məsələsi ilə problem olubdur. Mən anlaya bilməmişəm və həqiqətən ərz edirəm bunu, mənim şəxsi məsələmdir. Mən anlaya bilməmişəm ki, necə siz sahiblənə bilirsiniz? Bir şey nə demək? Məsələn, bu mənimdir, nə demək? Həqiqətən çox adamlar çox rahat, onların beynində çox rahatdır bu məsələ. O maşın onun üçün. Mən də onu anlayıram. Mən də onu bilirəm, siz nə deyirsiniz. Amma mənim beynimdə bu yaxşı anlaşıla bilim ki, nə demək o maşın mənimdir? Mən bir həftədən sonra görürəm o maşını ayrıdan sürür. Ondan qəsb eləyib aparır. Maşın yanıb gedir. Bu yiyəlik nedir bey? Mən ona görə çox uzun sürə, çox zamanlar, illər buraxmışam, getmiş bu məbhəsi beynimdə. Sonra yenə də düşünmüşəm, yenə də buraxmışam. Çünki beyni məşğul eləyir. Nə demək birisi, bir şəxs, biraz öncə siz Elon Musk'dan söhbət etdiniz. Birisinin düşünün, yəni ən zəngini dedim. Hələ normal zənginləri düşünün. Nə demək ki, mən öz çəlişkimi ərz eləyirəm. Mən o məqalədə zaten öz çəlişkimi o fəlsəfiyə girmişəm orada. Ki, birisi deyir ki, o 5 dənə bina ki görürsün, o 5 dənə bina mənimdir. Hər binada da, nə bilim, 700-800 ailə yaşayır. Öyle düşünün. Bir adam da o bir adam da onun yanında durup deyir, sen necə? Deyir, mənim heç məsələn bir tuvaletim də yoxdur. Yəni, mən orada buna kira verirəm. Bir yerim yoxdur zanam, öyle. O da yaşayır, bizdə deyirlər, axırda ikisi də kəpənə gedir, torpağa gedir. O da yaşayır, yiyir. Onun həvəsləri, şəhvətləri, qorxuları, aclıqları, sevgiləri var həyatında, ölür gedir, o biridir. İkisi də insandır, ikisi də bizə görə eşit insandır, müsavidir insandır. Allah ikisini də yaradıb və ya hər nə. Mən bu sualla, bu şeylə hər zaman çəlişkidə olmuşam ki, nə demək o bina mənimdir? O necə sənindir? O necə o mənimliyi, yiyəlik, o sahiblik necə beyində şəkil tapır? Və sosialite onu necə qəbul eləyə bilir? Devlət gəlir, onu qəbul eləyir, imzalayır, imzaladık, bura sənin. Devlətdə məşruiyyət qazanır. Halbuki onun deyil.
O da gedib bir yerdə uzanıb yatacaqdır. Və mən bu məsələ ilə hər zaman çəlişkidə olmuşam, şəxsi olaraq. Və bunu sonunda gətirib fəlsəfi kələmələrini, düşüncələrini anlatmağa çalışmışam. Təbii ki, bunun bir nörolojisi vardır. Bir şeyin nörolojisi yoxsa, sinir bilimi yoxsa özdə yoxdur yəni. Çünki biz istəyirik ki, beynindən necə olur? Biz baxırıq, görürük ki, iki cürə, mən baxdım, dibinə gedəndə gördüm, iki cürədir bu. Biri budur ki, siz bir şeyi kullanırsınız, onu istifadə edirsiniz. Mesela bir dənə ağacına siz bir dənə ağacına vurursunuz mesela, bir ağaçtan meyve düşür yere, ya mesela bir şey götürürsünüz, onu işlədirsiniz, bir aracı, bir arabayla sürürsünüz, bir yere gelirsiniz. Onu istifadə edirsiniz, onu kullanırsınız, onu işlədirsiniz. Bakın ben buna hamısını deyirəm ki, ne demək? Siz bir şey işlədirsiniz. Bu mənə görə, o dedim laf o dibinə gedəndə mən bunları gördüm. O yiyelik değil. Sizin ona ihtiyacınız var bir işi görmeye. Siz mütləq bir yerde yatmalısınız. Sizi böyle öz başına bıraksak birazdan sonra da yuxunuz gələcək, düşüb yatacaksınız da bir 20 saat sonra, 40 saat sonra ahirə düşəcəksiniz. Bəs siz bu da sizin ixtiyarınızda değil. Uzanıp yatacaksınız. O yerde yatacaksınız da göydə yatmayacaksınız ki. O yer sizinki mi? Yok. O yeri siz istifadə ediniz. O yeri kullandınız, yattınız. O yer mecbursuz yatasınız. Siz seçməmisiniz. Yemek de böyledir. Siz yemek istifadə edirsiniz, yersiniz. Mecbursunuz yiyəsiniz, geri qalasınız. Bunu bilmədən edirsiniz. Uşaq bilmədən barmağını soxur ağzına. Veya yemeği soxur ağzına. Biri budur, istifadə eləməkdir. Ki mən deyirəm, o yiyelik bölümü değil, insan ihtiyaçları üzerine bölümüdür. İnsan beyninde, sinir bilimi. Mənə təqib edirsiniz. Bəli. Biri de insan galiba kontrol üzerinedir. Çok acayip bir bəhsdir bu kontrol meselesi. Bu yiyelik dedik ya, sahiplik, siz dediniz, mal, servet. Hamısı yiyeliğe gelir. Kudretin boyutlarını biridir. Çok mühimmidir. O kadar mühimmidir ki siz deyirsiniz, ha pulu var və silahı da olabilir. Ha, o kadar mühimmidir ki, elə görünür ki, öbürü boyutlar da buna bağlıdır. Ki bağlı değil. Ama rabitəsi var. Ama bağlı değil. Öyle değil ki, həttman pulun olsa ordun da olabilir. Yok, ilzamen öyle değil. Ancak yani öbürü boyut güc gelip bunu münhall edebilir. Biri milyarder olabilir, bir tane de papaz, yani mesela molla gelir diye ki öyle değil, böyle vurarlar dağlarlar. Yani bildiniz ne diyor ha? O kudretin değişik boyutları var. Ancak biz yiyelikten danışırıq. Dönək o kontrol meselesi. Biri istifade eləməkdir. Siz bir yerine bir şey, bir ot yandırırsınız, o istini istifade edirsiniz, diri kalasınız. Veya yemeği. Bunlar hamısını anlatabildim mənə görə. Bir de kontroldur. Siz bir yerde kalmağa mecbursunuz. Bir yerde, bir otaqda, bir alaçıqda, bir yerde. Bura benim evimdir. Ki orada rahat kalasınız hayvanlardan, havadan, yeldən, qardan, soyuqdan, istidən. Gene de o ihtiyaca gelir. Ancak her halükarda deyirsən, buranı mən kontrol edirəm. Buranı mən değiştirirəm. O mühiti değiştirirsiniz. Gücün ilk elemanlarını. Yani bir şeyi değiştirmek ve kontrol etmek. Ona sonra ki, bura mənim. Çok güzel. İndi siz eləyə iki dənə öyle kontrol eləyəsiniz. Onda bir başka adamın da barınacak yerini, qalacaq yerini kontrol edirsiniz. Onun kontrol eləməklə Marks'ın düşüncəsinə gedirəm biraz burada. O özünüzün ihtiyacınızdan öte başka yeri kontrol eləyəndə başka bir evi. Onda o adamın beynini de kontrol edirsiniz. Hayatını da, uşağını da, uşağının eğitimini de, öğretimini de. Niye? Çünkü ondan siz orada benimdir. Orayı ben kontrol ediyorum. Sen orada kalsın, mənə gərək bu kadar gedəsən, çalışırsan, bana pul verəsən. O gedib çalışanda birazını sənə göre çalışırsan, onun beynini zombiləşdiribsən. O gərək gedər, ne bileyim 8 saat gündə, neçə saat, ayda çalışır ki, sənə verə. Bunun için sen deyirsən ki, sen iddia edirsən ki, ora benim. Oranı mən kontrol edirəm. Özünün ətrafından o tərəfini. Siz onu kontrol, onu beynin de kontrol edirsiniz. Çünkü mecburdur gələn o pulu verə. Onun uşağının eğitiminin de bu etkiləyir. Çünkü o uşağının eğitimine az pul olacaq, səninki çox olacaqdır. Və sənin uşağın həmişə nəsləndən onun uşaqlarına kontrol edir. Və böyle köləliyə yol açılacaqdır. Bəs mən bunun fundamentinə, kökünə gedəndə
biri ehtiyac üzerine istifade ve kullanmak ve işletmeyi danıştım. Bir de o bölümünü çok kısa şey etmeye, sizin hövsələrinizi aparmayayım, çok kısa demeye çalışıram. Öbürü de kontroldur. Ki mən öz evimdəki, mənə mecburam, nə bilim, neçə metrə, square metrədə yaşayan, uzanam, yatan, buranın iklimini kontrol edeyim ki, isti olsun, soğuk olsun, falan. Ondan sonra ben eləyə bilsəm ayrı dana böləsini də kontrol edeyim, yer mülkiyyəti, malikiyyət. Türkçədə mülkiyyət çox önemlidir, mülkiyyət sözü, işlərin ərəbcə. Ki mən buradan oraya mənimdir. Buradan çəkirlər. Dövlət də gəlir bunu rəsmiyyətə tanır. Dövlət də gəlir deyir ki, sən bir nəfərsən, amma məsələn 5000 nəfərin ihtiyacı olan yeri kontrol edə bilərsən. Dövlətdə zülmə baxır, sosietədə zülmə baxır və insanlar da bunu qəbul edir. Deyirlər ki, biz o Türkiyədə maraba deyirlər. Maraba rüb sözündən. Yəni deyir, fəhləlik eləyəcəksən, yerdə çalışacaqsan, dörtdə birin də verir. Ne bileyim, dörtte biri küçüğümə vereceksin Erbaba. Ona göre maraba deyirlər onlara. Sonra maraba savadsız, axmaq anlamına gəlir. Türkiye'de. Yani maraba düşün, zaman yoxdur ki, oxusun. Uşaqlarını oxusun. Marabanın oğlu görə maraba olacaq, uşağı da. Məşqdə İstanbul'da dərs oxuyur. İngilizce'de de Avrupa'da surf deyirlər də bunlar. Kölə. Yani bir türlü əkinçi kölə. Yani o Rusya inqilabı, hatta Çin'deki inqilablar da buradan başlayırdı. Dedi ki, sən elə nəslindərləs şeysən. Sizinlə bunu danışmışıq ki, necə o kasti orada tutur. Sən elə uşaqların həməşə kölədir. Həməşə sən şeysən. Bizdə nə deyirlər? Rəiyyətsən. Yəyyət. Rəiyyətsən. Rəiyyət də ki, bilirsin, yəni qoyun anlamına gəlir. Rai də yəni çoban. Rəiyyət də yəni çobanın otardığı. Yəni sənin uşağın dilə uşaq olacaqdır. Bir dənə xan, endirim sizin sözünüzə. Bir tane xan, bir tane kendi alanda, kendi malını da alır, ineğini de alır, reyyetini de alır, koyununu da, gelinini de, kızını da, oğlunu da. Ve onun her şeyine sahiptir. Çünkü Allah ona bir türlü cüz verir ve onu büyük xan, Xaqan, Tehran'da olsun ya Təbrizdə, onu rəsmiyyətə tanıyır o cüzünü. Meşruiyet verir ona. Özünün yattığı ve barındığı, yediği işte o ihtiyacından izafe başka şeyi kontrol edilir. Başka şeyi kontrol eləmək ilə onun həyatını da, beynini de, her şeyini, gələcəyini de kontrol edir. Bu da gücün bir boyutudur, yiyelik. Şimdi ben çok başı kulağı sınıq o məqaləmin bir parçasını anlatmağa çalıştım. Sağ olun. Mən də bu yerlikçilik üstündə düşünürəm. Nədir? Cəlibdir. Bu məsələni mən çox zindanda düşündüm, Oğuz bəy. Mən gözəl yer düşünməyə də. Kimsənin adamının işi yox, otur düşün. Əvvəl infiradidə olanda düşündüm bunu. 44-cü mən infiradidə qaldım, orada düşündüm. Sonra oradan çıxdım eşiyə, bu daha inkişaf elədi. Çünki gördüm, adam zindanda oturub deyir ki, mənim bəndim. Bəs siz də bununla uğraşmışsınız bu. Mən nə demək, yəni mənim bu. Bəli. Yəni adam orada deyir ki, mənim bəndim, mənim qazim, mənim dağıstanım. Onuncudur. Deyirdim, nədir bunu yiyələnirik biz? Məsələn, niyə? Hətta indi məsələn görürəm ki, məsələn mən iş yeri demir, deyir ki, mənimki. Yəni adam bir türlü gedib özgə içilir. Mən məsələn, ya cənabız, ya hər kəs də gedib birində içilirik. Məsələn, əksəriyyətimiz, özümüzün, məsələn, deyək ki, iş yerimiz yoxdur. Gedirik özgə içilirik, oradan bir qazanc əldə gətiririk. Deyirik ki, mənimki. Mən bunu ya belə bilgi üzərə bunun üstündə çalışıram ki, bunu bilməyəm. Amma bəzən görürəm ki, deyirəm ki, məsələn, bizim orada daha ucuzdur. Tükan məsələsi mənim deyil ki, o məhəllərdə bir tükandır da bir adam. Bizim orada, ya bizim məhəllədə daha ucuzdur, ya daha yaxlıdır, daha bizim həmsaya. Onu malikiyyət çıxırım, o həmsaya mənim həmsayam malikiyyət. Bana bir hissi var. Amma bu mənə güc vermir. Buradakı yoxdur. Yəni mən deyirəm ki, mənim zindanım, mənim bəndim, Güc verir, gücün boyutudur.
mənim dövlətim. Amma mən burada əslində gücüm yoxdur. Və gücə də bağlanmıram. Yəni əslində gücə bağlanmıram. Gücün altında əzilməyimi də bəzən hiss eləmirəm. Yəni hiss eləmirəm ki, mən burada əzilirəm axı. Mən burada zindanda zülmü çəkirəm. Burada buna ittifaq hadisə üz verir və amma mən bir türlü özümü bağlıram ora. Bir hüviyyət axtarıram məndə. Yəni bir bağlanmaq axtarıram. Bir hisslidir. Bu bilmirəm nədir bizdə yer alıbdır ki, istəyirəm bağlayam özümü ora. Grup bağlılığı kimliği şeydi daha, o boyutudur. Onu biraz önce dedi. O dindir oradaydı. Grup bağlı. Ben filan gruptanım. Ben filan millettanım. Abi gruptan olmuram ki. Mesela ben bu tükandan olmuram ki. Ya bu zindandan olmuram ki. Ya bu... Ben oyam ki, ben mahallem var, mahalleden onları tanıyıram. Ben o değilim ki, hiç kəs tanımıram, hiç kəs beni tanımır. On şaya dəymərəm. Mənim qomşum var. Mən zindanda olmam, mənim Allahım, mənim dastanım, mənim işkəncə eləyənim, mənim zindanım, bura mənimdir. Yani bu açık bir duygudur. Bizdə insanda var. Verirsən, bura mənim bəndimdir, bura sənin bəndin. Bizim bəndimiz təmizdir. Biz bəndimizdə bəlli bir şeyimiz, sizinki deyilir. Yani ben bəndi siyasi diyəm, mən bəndi məvadım diyəm falan. O hemen o grup bağlılığındadır ki, dini dedik. Aynı mənim Allahım sənin böyükəm. Məsələn, bəzən buna iftixar gəlir. Yəni deyirsən ki, bəndi siyasi diyəm, yəni bir iftixar. Məsələn, o bəndi məvadı müxəddirdə də əşaya gətirirsən. Yəni burada bir yəni mən burada malikiyyət görmürəm əslində. Ya hətta intisab da görmürəm. Bir təfəkkür, iftixar eləmək, bir rizayəti dəruni farsda dedim. İçsel bir razı qalmaq, o vəziyyətdə dahi özünü bir tür razılıq görürəm. O şeydə də vardı. Sirvətdə də deyəndə ki, məsələn bir şeyə, niyə məsələn bir adam burada məsələn 5 milyon aparır bir qayıq alır. Pulu var 5 milyon. Bir şey oradan rizayət ələ gətirir. Yəni içində bir... Azında da, orada, beyində hamısı yəlikdir. Hamısı yəlikdir. Beyində... O yəlik, amma orada istəyəndə bir məsələn, bir rizayətdir. Onu anlatmışam. Niyə dedim baş qulağı qırıq anlattım? Niyə? Çünki o hamısı mən burada anlatsam, bütün zaman mən danışırım. Tamam, siz danışırsınız. Bunu danışmalıyım. Orada deyirəm ki, müsaade edin. Orada anlatmışam ki, beyində bir hormon var, adı dopamindir. Siz deyəndə ki, bu qayıq mənimdir və bu bəndi də mənimdir, bu yerdə, o dopamin tərəşür edir və rizayət hissi gəlir adama. Onu deməyə çalışıyorum. İstəyirəm ki, yəni biz əgər sındırsaq bəhsləri, bundan qorxaq ki, məsələn, çox ucuna təşkilatdır, ya çox danışacaq, ya çox bir-birimizin sözümüzə girəcək, yox. O atılmaz nədir? O halda ki, bu atılmalıdır ki, məsələn, mən deyirəm ki, malikiyyət, məsələn, mən İslamın nəzərinə baxanda deyir ki, bir malikiyyət həqiqi var, bir malikiyyət məcazi var. Bir malikiyyət həqiqi var, bir malikiyyət təsəvvürü var. Təsəvvür edilir ki, bu mənimdir. Məsələn, deyir, yer, göy sənin deyir. Nəsildən nəslə geçir, mümkün dəsin bizim insanda yox idi, nə bilim, malikiyyətin bu mənası yox idi, nə bilim, bu hissi yox idi, nə bilim, filan bəhman. Bütün şeylər deyirlər. Amma məsələn birdən görürük ki, bunun yanında bir ayrı bir şeylər ortaya çıxır. Bizim zihnimizdə məsələn, yaxşı təsəvvür də, bir səthi təsəvvürdədir, yəni biz zihnimizdə təsəvvür oluruq ki, yerin sahibiyiz. Biz insanlar bu yerin sahibiyiz, bu hava bizimdir, bu torpaq bizimdir, bu təsəvvür. Amma ölürük, gedirik, o birisi nəs gəlir, o birisi nəs gəlir, o birisi nəs gəlir və biz bir zadın sahibi deyilik. Öləndən sonra bir ayrısına qalır, pulumuz da qalır, maaşlarımız da qalır, hər şeyimiz qalır. Amma biz onu bir zaman faydasını görürük, bir zaman ondan... Anlatdım. O beyində kontrol hissi gələndə, həmən onu orada anlattığıma görə ərzələrim istəmədim. Yox, indi onu çəkməyik. Çünki məqaləzi oxumuruq ki, burada bunu keçək, açaq bunu
ataq, aydın, aşkar bunu danışaqdır. Ağa, yeyəliz, nədir, necə tapılır, necə boyutları var da, hardan gəlir, biz bunu nədir, yəni necə təfsir edirik, insan bunu necə təfsir edir ki, mən malikiyyətim vardı, ağaçlara malik çıxır. Mən ağaçları hala deyək ki, dəmiri mən tuşladım bir-birinə bir şey düzəltməm, amma ağacı mən becərtmirəm ki, o yerdən özü qalxır, gəlir. Yarı saatlikdə. Beyin bunları deyirəm mən yəni bizim buradakı format, buradakı o öyle değil ki siz müsahibə eləyəsiniz mənlə. Mən oturam 1 saat yarım gün eləmişəm bunu öncədən. Başqa müsahibələrdə 1 saat yarım bir şey anlatam. Görmüşsünüz mü? Bunları eləmişəm. Haqq barəsində danışdığımda böyle olmuş. Mən 2 saat oturup bir şey anlatmışam. Veya dil barəsində. İndi də mən oturam 100 barəsində. Onda bizim bu formatımız öyle değil. Bizim formatımız ikimizin söyleşisi ve meselenin içinden bir beliren çıkarmaktır. Bir emergence bir şey çıksın. Ona göre ben özümü kənarda çəkirəm hey arkaya ki söz danışılsın sizin tarafınızdan, bizim tarafımızdan. Yoksa ben istəyirəm her şeyi mən anlatam. İstəyirəm sizin qatkınız o diyalogçu deyilir, diyalektikçi deyilir, yaransın. Əlbəttə ki, orada anlatmışam. Beyinə göre. Çünkü birinci bunun her ne ki olur, beyinde olur. Nörolojide olur. Beyinde. Sinir bilimi bunu bize anlatır. Sinir biliminde de, sinirlerde de, insanın beyninde de, nöronlarda da hiç beyin bilmir ki siz uçağı sahipsiniz ya bir tane kalem. O bilmir. Beyine yerik önemlidir. Siz bir şey kontrol edin. Uçak benimdir, ben buradan istəyirəm. Miami'ye gedəm, orada durur, mənə gözləyir, private jetdir, mən gedirəm, yürüyürəm, o mənim uçağımdır o. Bir də mənim qələmimdir, ya mənim yerimdir, mənim ağacımdır, mənim əmrimdir, mənim anamdır, mənim itimdir, mənim Allahımdır. Yani beyin bunları tanımır. Beyin o yerliyi bilir yani. Beyinə gedən o nörondakı mesajlar, o elektrokemikal mesajlar yalnız dopamin tərəşüh edir və başqa xoş edici, rahat edici ve sizin dediğiniz şimdi ne dediniz? Razi edici, rizayet bəxş hissi ki gəlir bədənə, beyinə, o hormonlar çıxır. Beyin bunu bilir. Beyin başka şey bilmir. Beyinə hatta o gerçek olmalıdır. Yeter. Siz bir sanal dünyada, seferli benim, o gözlere koyurlar ya, veya Star Trek'in New Generation'ında, Holiday'de herkesten biz bir seviyede danışırıq ki, yoldaşlarımız ya bula bilərlər. Olmaz ya, o nədir, onu da anlat. Bu nədir, bunu anlat. Yok. Star Trek'in New Generation'ında, Holiday'de aynı şeydir de gözde değil. Her şey açıktır. Bütün her şey sanaldır. Her şey gerçek görünür. Dokunduğunuz, yediğiniz, içtiğiniz, görüştüğünüz adamlar aynen böyle hayat görünür. Ancak sanaldır. Ancak siz kompütere diyende ki programı kapat, program kapanıyor ve siz bir otaqdasınız. Holiday budur. Çok güzel bir konseptidir, güzel bir anda. İstəyirəm bunu sizin xidməti və saadətinizə getirəm ki, beyində yoxdur böyle şeyler. Beyində yalnız o rizayət və satisfaction vardı ki, mən bir şey kontrol edebilirim. Mən daha çok kudretimi yayabilirim ona bunu. Mənim 10 dənə uçağım. Mənim bir dənə uçağım var, o biri də bilirəm belə. Mənim 10 dənə var. O biri də bilirsən nə deyir? Deyir ki, o da böyle baxır bu 10 dənəyə və bir də. Deyir ki, o şirkət ki, bunlar düzəldi bu uçaqları. O mənim. Onun beynindəki hormon ki çıxır, o dopamin. Soxu dopamin də birilər də var. O onu razı edir, xoş gəlir. Biri də baxır uşaqlarına, məsələn, uşaqları oynayırlar oyuncağının filanla. Deyir, bunlar mənim uşaqlarımdır, sağlıqlıdır, Allah'a şükür. Bir də uşaqlarına baxır, biri mühəndis olmuş, bizdə deyərlər. Biri döktür, ya görə döktür ola, ya mühəndis olmaz, bilirsiniz. Mesela qatar lokomotiv sürəni olmaz, heç kəs demez. Herhalde ya, biri döktür olmuş, biri mühəndis olmuş filan filan. İftihar ediyor. Orada da aynı şey. O onun sahibidir. O uşağın sahibidir bu. O uşağı kontrol etmiş. O uşağın
kontrolundandır ki o gedib də ətrafmış mühəndisiymiş. Biri də deyir ki, mənim Allahım çox böyükdür. Bu savaşda mənim Allahım bərəndə olacaqdır və biz yenəcəyik sizi. Tevratda da böyle yazır. Bütün dini kitaplarda da. Onun beynində daha çox o razidir ki, bu güclüdür. Və ya biri baxır, deyir, it mənimdir, bax, mənim itim. Mən topu atıram, o topu gətirir. Bu it mənimdir. Mən kontrol edə bilirəm bunu. Və ya o binalar mənimdir. Və ya ərz edirəm, beyində, mən dayandırım sözünü, beyin bunları fərqini anlayır, öyle demeyeyim. Beyine fərq etmez. Beyin bunların fərqini bilmir. Getirebildim mi? Ki bu sanal olsun, gerçek olsun, bu pul içi diye benim 5000 tane kripto param var. Ki hiç vakit okunabilmez. Sanal paradır. Veya 5000 tane mesela dolarım. Beyin bunları bilmir. Beyine fakat o rizayet, o koçluk önemlidir. Ona göre yiyelik, ben biraz önce siz diğer rizayetlerinden sonra dedim niye filan sözü demedim. Çarşıma için orada yazmışam olmasın o megalada yazmışam ki beyin nece bunları görür, nece bunu anlamlaştırabilir ki yiyelik nedir? Ki o kudretin bir boyutu yiyeliktir. O da için benim filan şeylerim var. 10 nefer oturmuşsunuz. Birinin 10 tane binası var. Birinin bir tane yeri yoktu yatmağa. Yalnız bu boyutdan baxanda 10 nəfərdəki rabitələrə, müravidələrə, danışıqlara, söhbətlərə biz görəcəyik ki, o daha çox kontrol edəcək buradakı bu 10 nəfər. Daha çox onun sözü önəm daşıyacaqdır. O bir dənə çox deyəndə, o 10 dənə binası olan 10 nəfərin arasında hamı daha çox güləcəkdir. Amma bir adam ki, heç də adı yoxdur. Bir yeri yoxdur yatmağa. O bir dənə çox deyəndə hamı böyle ha, yaxşıdır, gülməliydi. Amma sən düşün, bir nəfərin ki, 10 dənə binası var bir çox deyə. Gör, necə hamı gülməlidir. Bir nəfərin ki, ne bileyim, çox yeri var, çox gücü var, bir yerdə bir xəta yapabilir. Hamı gülər, hamı da şey. Mim olar. Mim deyirik də, demək istəyir. Bir adam ki, bir sözü bir yerdə işlədə, onu hamı işlədə. Yavaş. Daha xəbərguzarlarda işlədərlər, televizyonlarda işlədərlər. O söz yayılar, o kəlmə, o söyləm, o bir dənə şey, o mim, aslında düzü mim, o yayılar. Amma düşünün ki, mən məsələ 100.000 dəfə bir şey çünki o güc boyutlarında azdır, ona görə yayılmaz. Siz nə qədər çox kontrol edə bilsəniz, malı, toprağı, commodity'də her şey şeydir. Sizin değeriniz çoktur. Gücün boyutunu biri yeliktir ve yeliki nörolojide de dedik. Elbette bunu Cenab-ı bu sözlerden bu çıkır ki yani biz o beynin rizayetini nəzərə alanda və ha belə yerləşdən o gələn alanda nəzərə kontrolu bu üçün görəndə üst-üstə güc bundan ibarət olur. Yəni bu baxışına baxanda ki, mən hər şeydən ki sevinəm, rahatlıyam və kontrol edə biləm. Yəni güc budur. Yəni güc əslində bu, əgər bu tərif eləsək, çox sadə bir şey olur ki, ehsas, rizayət və kontrol. Bu ikisi əl-ələ verirsə... Kontroldan razısan. Kontrol yəni, hər halda bu içdi da. Yəni, o rizayət yaradır. Kontrol özü rizayət yaradır. Yəni, amma əsli budur ki, əvvəlcə kontrol ola, sonra o rizayət tapıla. O kontrolü gətirir, devlət rəsmiyyətə tanıyır. Biz bunu dövlət səhlində danışmıyıq. Yaxşı, dövlət də budur. Yəni, biz gələk falan görək. İndi bayaqdan xurd baxırdıq. O fazla deyəndə mikroskopik baxırdıq. İnsanların fərdilərinə baxırdıq. Amma indi gəlib böyük baxanda, yəni yer şürəsindən çıxırıq üstə, oradan baxırıq, deyirik ki, burada 200 dənə məmləkət var. Bu 200 məmləkət də görürük da. Məsələn, heç əlbəttə göydən baxdaq bir dənə məmləkət görmürük. Çünki şey yoxdur da, sərhəd yoxdur ki, yer üzündə. Amma
biz zehnimizdə yaradırıq ki, burada 200 dənə məmləkət var. Vaqiyyətdə yoxdur. Vaqiyyətdə yer üzündə 200 dənə məmləkət yoxdur göydən baxsaq. Bir dənə elə yer kürəsi var, əgər kürə olsa, elə odur. Biz onu görürük. Top kimi, yumurta kimi bir şeydir orada. Bəlkə fırlanır. Amma bəlkə yox. Qəşəng fırlanır. Mən yəni o göydə görsək, indi nə cür görürük, o bilmirəm. İndi o gözümüz nə cür görürük. Amma indi bu cür olanda gücü bəhs eləməyə ehtiyac gəlmir. Çünki onda deyirik ki, ağam, güc ibarətdir rizayətdən və kontroldan. İndi rizayət ortaya gələndə işğallar aradan gedir. Əgər insanlar orada rizayət eləməsələr... Olur da. Efendim? Rizayət bir şeydən razı olandan sonra da hər şey mübahtır. İstəyirəm onu deyəm. Yəni, o aradan gedir. Yəni, o halda ki, mümkün, məsələn, biz indi işğal altında deyək, bir məmləkət, Azərbaycan ya hər yeri qoysaq, işğal altındadır. Bu işğal altında olan insanın gücü çatmır. Yəni, ehsas rizayəti yoxdur. Amma gücü də çatmır. Ya qorxu, yəni, müxalifdir. Amma bu qorxu var ki, yəni, istəyirəm deyəm ki, burada gücün, bilmirəm ki, bunu da güc hesablamaq olar, qorxu özü bir gücdür əlbəttə, bunu gərək qəbul eləyək. Qorxu böyük gücdür və bu güc eləyə bilir ki, o güclünün yaratdığı qorxudan bir şey ortaya çıxır, bir güc ortaya çıxır. Yəni, əksüləməl göstərməmək, ona təslim olmaq, belə bir güc. Amma indi biz yiyəlığın, nə bilim, məsələn, acılığa da yiyəlik çıxa bilirik, mütəəssifən. Yəni, yeyə çıxa bilirik. Məsələn, mənim ölüm. Yəni, biri ölübdür, heç o mənim ölüm, mənim təziyəm. Mənim, məsələn, hər şey sizindir, o mənimdir, başqasının deyil. Orada onu siz kontrol edirsiniz, sizinki de kimse sahiplenemez onu. Sizin bir parçanızdır. Sizi tərif edər. Əslində bir yiyəliği iki şey tərif edər. Kontrol və rizayət. Mən ömür boyu onu araşdırdığım və ərz elədim, qurcaladığım və sonra bıraxdığım və sonra baxdığım. Ərz edirəm, sonunda mən oraya yetişdim və bunu yazdım ki, gördüğüm iki şey var orada. Biri bir şey istifadə eləməkdir ki, onun yiyəsi deyilsən, olsa istifadə edirsən. Biraz önce dedim, o yerdə uzansın, yatırsan, o senin mi, senin değil mi? Sual olunur burada. Aslında senin değil. Çünki də uzarıb yatsın da. Ben bunu qəşəng anlattım. Çünki hər halda birisi oturmuş bir yerde. Neçə saatdən sonra gəl uzana yatadır. Göbə getmir, yerdə yatar. Bəs o yeri onun mu yatır? Özü sual altında. İndi axı göyə də malikiyyət var da, bilirsiniz. İndi o eyləhət dövlətləri... Təbii ki, hər şeydən qaçaq bir başqa yerə. Deyirəm ki, hər halükarda bir dənə bir ehtiyac məsələsi var. Yəni, siz bir ormandasınız, bir çöldəsiniz, orada bir yemək tapdınız, bir meyvə tapdınız, indi onu yiyirsiniz. O meyvə sizin mi, sizin deyil? İndi məsələn, bir şeyə əl qoydunuz bu sözdə, ehtiyac məsələsi. Hətta ehtiyac üzərindən bir şey kullanırsınız. Ehtiyac olduğunuz yerde siz bir dənə çöldə yeriyirsiniz, siz açsınız, bir dənə alma görürsünüz. O almanı istəyirsiniz, yiyəsiniz, çünki açsınız, öləcəksiniz onu yeməsəniz. İndi o alma ehtiyac üzərindən, bədəninizin bəqada qalmaq üzərindən. O alma sizin mi, sizin deyil mi? Ən gözəl sual budur. Tamam. Mən dedim ki, malikiyyətin və yiyəliyin dibinə getdim, böyle. Bu qədər getdim. Gördüm ki, bəzi şeylər siz onu deyirsiniz, mənimdir, bu alma mənimdir. Onda biz getdik o çölə, salam aleyküm. Bu nədir? Əlində alma deyir. Bu mənim almamdır, yiyəcəyim. Nəticə onu yeməsi öləcəkdir. Ancaq o almanın yanında bu
desə ki, bu bağlar da mənimdir, bu milyon hektar almalar da mənimdir, bu başqa bir boyutdur bu məsələnin. İstəyirik görək ki, bu olan hamısı yiyəcək mi? Yox. Bu istəyir ki, o yeri kontrol edəsin. Bu istəyir öbürlərinin alma yeməyini kontrol edəsin. Şimdi Oğuz bəy, biz o zaman ki bundan danışırıq yiyəlikdən, yiyəlik düzdür ki deyirik ki, mənim deyil. Amma biz regenerate edirik də, yəni doğuruq, doğuzdururuq. Yəni uşaqlarımız gəlir dünyaya və bunu istəyirik müntəqil eləyək olaraq. Yəni bu özü bir şeydir. Yəni mən onu demirəm əldən verirəm. Heç kəs demir ki, mən əldən verdim. Hə, bəzi dədələr var ki, mütəəssifanə öz balasının əlindən alır, verir o qafa. Qoy, məsələn, o qaf yesin, molla yesin, nə bilim kim yesin, dövlət yesin, ya Rızaxan zamanında ordu yesin, məsələn. Amma bu halda vardı. Yəni %99, bəlkə də çox dədə, nənələr istəyirlər ki, bu, o şey ki, yiyəlik hiss edirlər ona və ondan rızayət edirlər və hətta istəyirlər onu çoxaldalar, burası var. Bunu istəyirlər ki, taxliyələr və o birisi nəslə verirlər ki, o nəsli, bu nəslin çəkdiyi acılıqları çəkməsin. Hər halda istəyir. Əslində deyə bilirik ki, bir acılıqdan qaçmaq eyni halda. Yiyəlik. Əfəndim? Hər halda istəyir bir dənə bir şeyi özündən xaric, insandan xaric bir şey kontrol eləsin. Önəmli deyil. Kontrol edirsə, bunu müntəqil verir o birisinə. Yox, orası çox mühümdür. Çünki intiqal ki verirsiniz, o demir ki, mən ölürəm, gedirəm, mənim deyil. O elə kontrol edir. Hə, kontrol edir. Təbii, kontrol edir ki, mən sözü dilindən getirdim ki, aya bu buna ehtiyacdır, yoxsa istəyir kontrol eləsin. Deyirəm ki, mənim o seyri, o səfəri ki, elədim ömrümdə bu nedir yiyəlik, sahiblik nedir? Həqiqətən ərz edirəm. Mənim beynimi çox məşğul eləmişdi bu. Ki, sahib mən, filan şey mənim, filan ölkə mənim, filan torpaq. Bu yerdən, bax, buradan oraya mənimdir. Yəni, necə sənin ola bilər? Sən bunu yiyirsən, gəmirirsən, nə işləyirsən? Necə sənin ola bilər? Nə cür olur ki, sənin ərz elədim 3 dənə binan var, orada yata da bilməsən onların hər birində, yəni. Çünki bir gecədə bir yerində yatır. Öbürünün də heç yoxdur. Gərək bir ömür gecə çalışan və bunu anlattım, istəmirəm təkrar eləyəm. Bütün bunun bəhsimizin fundamenti, kökü budur. Ki, bir insan, öbür insanın beynini, yaşam tərzini, eğitimini, yeməyini, hər şeyini kontrol edir. Başqa şeyi kontrol etməklə. Yiyəlik elan etməklə. İddia edir ki, ora mənimdir. Özü burada oturmuş. Mesela 500 kilometre o tərəfdə deyir, filan şəhərdə mənim 20 dənə binam var. Sən ora ihtiyacın deyil. Öbürü bəhsə geçir. İhtiyacın mı? İhtiyacın deyil. İhtiyacın deyilsə, necə ona yiyəsən, necə ona sahibsən. Və yalnız ehtiyac yiyəliği, ehtiyac yiyəliği üçün həyatını istəyirsən kontrol edəsən. Bütün məsələ budur. Ehtiyac yiyəliği üçün əgər tutsa, ehtiyac, o başqa bir şey olur. Yəni, mən o hər nədən şey ehtiyacım deyil, amma ehtiyacı rızayət edirəm və kontrolumdan da ehtiyacı rızayət edirəm. Bu, mənə ehtiyacdır. Niyə ehtiyac deyil ki? Yəni, nə mənə? Bu bir xəstəlikdir da, bu insan. Yox, xəstəlik deyil, çox da belə gözəl bir şeydir. Yəni, siz bunun adını xəstəlik qoya bilərsiniz, o birisi deyir ki, yox, xəstəlik deyil. Yəni, xəstəlik demək, bunu bir şeydir. Möhrü vurmaqdır ki, məsələn, əziyyətələr gibi bir şey. Yox, o möhrü deyil. O möhrü götürək üstə. Biz möhrü qoyub durağa deyək ki, xəstəlik deyil. Biz gətirib beysi, bəhsin beysini, necə deyim, bunu böyle qoysaq ki, insanın beyni hər şey düz təşxis verir və xəstəliyi yoxdur. Biz əslən bəhs eləməməliyik, danışmamalıyıq. İnsanın beyni xəstədir. Xəstə nə demək? Yəni, önəmliləri var, problemləri var. İnsanın beynini biz ortaya qoysa hər şey düzdür. Öyle deyil ki, insanın beyninin yiyəlik bölümü xəstədir. O sincabınki də öylədir. İnsan deyil, çox heyvanlar öylədir. Məsələn, sincab 4 dənə şey yiyəcək bu gecə və bu ilin içində neçə dənə yiyəcək. Gördür, onun 5 bərabərini edir, o yanında gizlədir, sonra da unutur. Sincab da çox heyvanlarda böylədir. İnsanın beynində də bu xəstəlik var. Məsələn, istəyir yemək yiyən. Gedir, o qədər yemək alır, ihtikar edir. Bir dənə şəhərin ehtiyacı olan yeməkləri gəlir, saxlayır. Yeməklər də xarab olur, qiymətləri də yuxarı aparır ki, nə var, bu çox olsun. İnsanın bir dənə evə ehtiyacı var, 100 dənə yox, 1000 dənə yox. İnsan bir yerdə yatır. İnsan bu ki, çox olsun bir şeydən, o xəstəlikdir, zəmin. Mən onu görmürəm də. Yəni, xəstəlik adını qoyanda bu bir şey olur. İnsan
bir dənə motordur əslində, mən belə görürüm. Bir dənə o motordur ki, deyir, mən yaradım. Sərmayə məsələn düzəldir, aparır. 100 dənə ev düzəldir. 100 nəfər adam ki, düzəldə bilməyibdir, onlara verir. Öyle değil. O koymur o düzelsin sonra Niye düzelsin. koymur düzəlsin? Yəni, məsələn, mən görürəm ki, adam gedib Tehranda qalır. Yəni, baxın, Azərbaycana harpa. İndi misal vururam ki, bu geçək anlatım bunu. Adam gedib qalıb Tehranda, hətta yeri qalıb boş. Eləyə bilər ki, gedəşəndə, otura geçək orada bağında, mülkündə, dədəsindən, nənəsindən qalan mülküdə, dəddindən qalan mülkündə kirayə də verməyə, oturmaya da, əkət-dökə iyiyə də, ehsası rizayət ediyor. Amma mən gəlirəm Tehrana. Tehranda da yoxdur. Dədənin nəsə orada yer qoymayıbdır. Özündə zoru çatmırlar. Məcburdur nə eləsin? Geçsin birinə desin, mən evi kirayə vercinən. O da baxır, deyir, tamam, mən burada yerim çoxdur. Satdıma düzəldirəm, kirayə verəm, pul qazanam. Yəni, o həm kontrol olur. Yəni, məsələn, indi kontrol o qədər azdır. Yəni, az deyil. Əlbəttə, Kanadada kirayə oturanlar bilirlər ki, kontrol çoxdur. Orada, məsələn, hətta bəzən otaqda danışmaqdır, gəlirlər, yavaş danış, nə bilim, su az işlət, bunlar, yəni bu qədər kontrol edə bilir ev sahibi səni. Ya mən, ya hər şey. Onun yaşamını kontrol edir, onun sülaləsini kontrol edir. Onu demeye çalışıyorum. İndi dedim, biraz bu makrodan çıxsaq, mikrodan çıxsaq, biraz böyük baxsaq, o kürədən eşiyə çıxsaq və təsəvvür eləsək ki, yer üzündə yoxdur, amma yer üzündə 200 dənə məmləkət var. Bunların arasında divar çəkirlər. Siz tez yerdən qaçırsınız kürələrə. Qaçaq ora ki, eləyə bilək yeri görək. Deyək ki, burada güc nədir? Yəni, adamlardan çıxdığı işlə güc burada nədir? Yəni, bu 200 dənə yeri ev kimi fərz edilir. 200 dənə həyət düzəldiklər, divar çəkirlər, dövrəsinə 200 dənə. Buranın hərəsində biraz qarışqa yaşır, məsələn. Adamlar qarışqa kimi fərz edilir, orada yaşırlar. Burada güc nədir? Yəni, bu 200 dənənin arasında güc nədir? Biz indi fərdi səviyyədə danışırdıq. Yesin, yeməsin. Amma biz fərdi səviyyədə danışmıram. Yəni, milli səviyyədə güc əslisi fərdi səviyyə deyil. Fərdi səviyyə dediyimiz kimi ölür, gedir, nə bilim, tatır, alır, yanır, bulan olur, bəhman olur. Amma milli səviyyə gedəndə, millət səviyyəsinə, dövlət səviyyəsinə gedəndə bu tarixdir, uzanır. Yəni, əslə aradan getmir. Bu bir tarixdir. O yerin mümkündə adamlara əvəz olar. Bir zaman Türk olar, bir zaman Ərəb olar, bir zaman Rum olar, Yunan, onu danışmır. Amma o yerdə o malikiyyət, o şey yiyəlir, davam tapır. Məsələn, deyək ki, 800 il Osmanlılar var. Nə bilim, 1400 il İslam var. Nə bilim, yəni bu dürsək. Burada bunu danışaq. Burada nədir? Yəni, indi orada güc fərdi səviyyədə rizayətdir, kontroldir. Milli səviyyədə ki, aradan getmir daha. Və dövlətdə davamlıq əslidir. O da əslidə qəbul eləmişdir. Dövlətçilikdə davam əslidir. Yəni, qalsın, ona görə deyir əslidir. Öyle bir əsli yox. Bəli, o hökumətdə qəbul olur. Siyasətdə o qəbul olubdur ki, bu... Dövlət istəyir, özü qalsın, ona görə deyir. Yoxsa öyle bir bəli. Hər halda o əsli qəbul olub siyasətdəki dövlət istir qala və qaldığı üçün davam tapmalıdır. Nə qədər davam tapsa, belə subatı çox olur, belə əmniyyəti çox olur. Milləti əsir edəcək, onların qaynaqlarını kullanacaq və bir qrup insanlar da hökumət edəcəklər. Təbii ki. Amma o üstdən baxanda biz onu görmürük da. Yəni, indi bunu görürük ki, burada dedik 200 dənə divar vardı, yerin bölüblər 200 yerə, burada 200 dənə şey vardı, burada güc nədir? Oradan danışaq. Yəni, indi fərdidən qalqışıya, bireylərdən qalqışıya, biraz o səfədə danışaq ki, güc orada nədir? Yəni, biz indi Azərbaycan məsələsinin istiqlaqında danışaq da, yəni, ən çoxunda budur ki, sonunda istiqlaq ki, Azərbaycanlılar güc nədir? Və siz o gücü, gücdən bir təsəvvürünüz olsun, bir düşüncəz olsun və o gücü ələ gətirmək üçün görün nə etməlisiniz? İstiruq, biz bunu deməsək da, istiruq bura yetirək insanlarımızı. Yəni bizim amacımız budur ki, yox, Azərbaycan
güc ibarətdir bundan. Sən də bu gücü ələ gətirmək üçün nə etməlisən? Onu özün düşün. Yollarını tap. İndi biz bunu danışaq. Siz nə cür görürsünüz? Üstdən baxanda gücü nə cür görürsünüz? Nələr görürsünüz? Yəni, bizim özün tərif eləmişik ha, amma indi gələk deyək ki, gücü bu səviyyədə nələrdə görürük? Biz təbii ki, həm mikro düzeydə danışırıq bunu, həm makro, həm küçük, həm büyük. Biz ilk danışanda dedik ki, ilk bu konuyu, bu kavramı ele alanlardan biri Əflatundur. Ondan önce biz tanımırıq olabilir. O yanda, bu yanda. Çünkü bu kavram olarak güc nedir? Əflatun gücü aslında ədalətdə bilir. Bir türlü eşitlikte yok ha, ədalətdə. Eşitlik başka bir şeydir, ədalət başka bir şeydir. Əxlaqda bilir, insani ilişkilerde bilir filan. Biraz ütopiktir, biraz idealistiktir. Halbuki Erastu gücü daha çok liderlikte bilir, önderlikte bilir. Kim sosaytanı eləyə bilər, çəkə bir çoban kimin bir. Yani çok önemli öyle bakır. Bu otoritede bilir. Çok önemlidir bu otorite. Otorite yani biraz önce dedikte gücünü eğmal edebilir toplumun üzerine. Ve onun sözü keserlidir, değerlidir o grubun insanların ya bir şahsın. Onun otoritesi var. Ve devlette sonunda Erastu gəlir bunu devlette görür. Devletin otoritesi var, devletin gücü var. Devlet, hatta o deyir ki Erastu'ya göre, devlettir ki əxlaqı eləyə bilər. Mesela en azından nigahbanlıq eləsin. Baxsın, qorxuçuluq eləsin. Ve ədaləti bir türlü sağlaya bilsin. Mən, bu anlama gelmez ben bunlar deyimdə, ben bunlarla müvafiqəm. Ve bilirsiniz ki bunlar biz danışdıq. Ve biz gətirdik dedik ki Machiavelli gətirib güc meselesini daha çok elmiləşdiribdir. Güc ilişkileri çok önemlidir. Her şey ki insanların arasında, devletle milletin arasında, devletle devletler arasında olunur. Güc ilişkilerine tabidir. Orada kanunları var güc ilişkileri diyende. Çok özü bir kavramdır güc ilişkileri. Nece güc özü bir kavramdır. Güc ilişkiler de bir kavramdır. Yani güc öbürüyle nece davranır? O güçlü, o devlet güce sahiptir. Ve sonra da bilirsiniz öbürü filozoflardan anlattık ve Marx'a göre o təbəqələrdə yer tapır. Ve devlet de ki işçi təbəqədir. O şey ki her şeyi üretir. Çok önemlidir. Ve siz devlete ve dediniz ki devlet tarafından da baxmasınız. Aslında bakmışıq buna. Devlet gəlir, devletin birinci işi, devlet dediğimiz nedir? Devlet bir ne ofistir, ne bir şəxsidir. Her yerde ha, hiç fark etmez. Hiç. Siz hangi devleti deseniz fark etmez. Devlet bir grup insanlardır sonunda. Elə sizin kimi, benim kimi. Ki öbür iki topluma ve qalan grup insanlara öz gücünü emal edir. Ama bunu nece emal edir? Birinci kanuniyet yaradır, meşruiyet yaradır. Meşruiyeti ve kanuniyetini hardan alır? Gücden alır. Güc nedir? Katı gücden alır. Birinci. Yani polisten ve ordudan alır. Bize göre. Çünkü burada görünür ki ben Machiavelli'nin düşüncesine daha çok yakınlaşırım burada şahsi olarak. Gerçek de öyledir. Ben biraz ben güc ilişkileri ve güc felsefesinde ben Machiavelli'ye daha yakındır ben düşünce. Çünkü hakikaten devlet bu cür eləyir. Amerika devleti de bunu eləyir. Yani bizim tanıdığımız devletler bunu eləyir. Geçen 500 tane devlet sayalım. Şimdi 200 tane değilsiniz ya. Böyle geçen mesela 3000 ilde, 4000 ilde biz 500 tane sayabiliriz. Filan devlet, filan devlet, filan devlet. Küçük, büyük fark etmez. Kanuniyetini, meşruiyetini katı güçten alır bize göre. Bana göre birinci. Yani ordusundan alır. Kılıncından, silahından alır. Polisinden alır. Bana göre budur. Birinci için insan ona tapır. Tapmak
Yəni ibadət eləmək. Türk dilində ibadət olur tapmaq. Tapınaq yəni ibadətgah. Çünki o grup insanlar ki topluma hökm sürürlər, o grup insanlar ki güclərini imal edirlər %99'a, böyle diyelim canlayalım, o %1, bir grup insanlardılar. O hemen elittir, militari elittir, ağıllı elittir, pullu elittir, her türlü elittir. Elit yani milletin qaymağı, qalxmış üstə və kontrol edir. O gələcəyi yaxşı görə bilir. Hər halda yanlış yapır, doğru yapır, fərq eləməz. Onun birinci mənə görə, arz elədim, mənim düşüncəm burada Machiavelli'ye yaxındır. Birinci qatı gücdür. Coercive power, Machiavelli deyir. Əzici güc. Sen ordun olmasa sana saygı mı koyarlar? Sen polisin olmasa sen en cezası sözleri danış. En cezası. Sen insan güce tapır. Hansı güce? Sert güce, kaba güce, katı güce tapır. Yani ibadet edir. İnsanın təbiəti budur. O grup insanlar ki insana hükümet edirlər, topluma. Onlar bunu anlamışlar. Ve bir yere yarışmışlar. Onu anlamışlar ki insanın təbiəti nedir? Bu heyvanın ki biz onun adına insan deyirik, adam deyirik, beşer deyirik. Bu heyvanın huyu, xasiyyəti nedir? Birinci bu ki güce ehtiram koyur ve korkur. Ve o deyir əmniyyət yaradır. O güc olanda ben rahat yiyip yatarım. Çünkü o biri benden güçlü gələr mənim uşağımı oğurlar, benim malımı oğurlar, ineğimi oğurlar, yerimi qəsb elər. O güce ehtiram koyur. Yetirebildim mi? Birinci devlet tarafından bakılan güc amili budur. Katı gücdür. İngilizcəsində coercive power. Yani fişar edici, əzici güc. O da nədir? Polisdədir, özel qüvvətlərdədir, ne bileyim, ordudadır. Ular olmasa sen hürmetin yoktur ve devlet sen de devlet değilsin, seni ezer geçer. Hürmet koyması seni saymaz. Ona göre devlet ne binadır, ne bir şəxsidir, hiçbir şey, bir grup insanlardılar ki o milletin başlarıdılar. O milletin daha düşünürleridiler. Daha onun nizami elitidiler. İktisar elədim, iktisadi elitidiler. Yığışdılar bir yere. Oralar anlayıblar ki bu sürüyü necə kontrol eləmək ve bütün öz qüdrətini imal eləyir bütün o şeye. Birinci gücü odur. İkinci gücü planı ve zemini hazırlamaktır. 4 tane gücü var devletin. Devletin gücü 4 tanedir. Birinci nedir? Arz edelim ki Machiavelli'ye yakın olduğum için. Bu Machiavelli'nin düşünceleri değil bu 4 tane. O ayrı cüre yazır. Ama ben bunu 4'e getirmişim. Deyirəm ki birinci şeydir, katı güçtür. Ordu ve polis. İkinci planı ve zemini hazırlamaktır. O diyor ki böyle bir zeminde indi ben varam siz var. Bütün her şeyi tarif ediyor. Gelir diyor ki direkt gelip polisle, silahıyla, gücüyle, orduyla şeylerle. Gelir diyor ki her şeyi o ajandanı, o zemini, o programı, planı tarif ediyor. Diyor ki budur bizim planımız. Biz buyuk. Tarif ediyor. Hatta milleti tarif ediyor. Bayrağı bayrak tayin ediyor. Diyor, bayrağımız budur. Diyor, başkentimiz buradır. Diyor, buranın adı budur. Memleketin adı budur. Öz ailesinin adını koyur aslında. Her ne ad koysa onu koyur. O zemini tarif ediyor. Çoxlu bilgileri aradan aparır, çoxlu bilgileri getirir, bombardıman edir. Çoxlu kitapları yok edir, çoxlu da lazım değil kitap diyen bilgileri dedim. Çoxlu bilgilere izin vermir, radyo, televizyon, ne bileyim, öbürlerine bombardıman edir. Getir zemini tarif edir sana. Zemini açır deyir, bu zeminde, bu yerde ve o zemini şey edir, o şətranç sayfası var ya, onu tayin edir, burada oynayacaq. Zemin budur ve bu bizim mühitimiz, bu memleketimizdir, merzlerimiz budur, tarihimiz budur, her şeyi o tayin edir. Yani demek ki o durumu, vəziyyəti tarif edir. Onu hatta gurur, oyunu gurur. Böyle anlatayım. Bu da ikinci şeydir. Oyunu kurmak ve zemini kurmak gücü vardır ve onu eləyir. Devlet onu emal edir. Bura mənim memleketimdir. Ona göre biri girəndə onu yakalayır. O memlekete kanunsuz. Ve eşi yatır. Trump kimi. Çünkü zemini tayin edir. Bura Amerikadır.
Bura böylədir və burada biz də bu vəziyyətdəyik. O İranda deyirlər ki, dərin boruhey həssas. Məsələn, heç vaxt İran dövləti demir, dərin boruhey qeyri-həssas. Həmişə deyir, o həssasdır. Mən hər gün həssasdır mən. Hər gün mən hər günü təyin edərəm. O ajandanı, o planları şey edərəm. Üçüncü, mən tez-tez deyim yenə də, sizin hövsələriniz getməsin. Üçüncü güc ki, dövlət emal edir, şeydir, düşünüşsəldir, fəlsəfi və ideolojikaldır. Yəni gətirir sənə o düşüncəni, o dövlətin düşüncəni, birinci sizin dediyiniz kimi, dövlət ilə əbəddir, dövləti nedir dediniz, süreklilik lazımdır dövlətdə, siz bir kəlmə kullandınız ya, dövlətdə devamlılıq əslidir, qanun budur, göydə Allah var, yerdə biz varıq, səltənət muhibət ilahi ki, az tərəfi xudavand və şəxsi şahənşah taşıdır əst. Mən bunu uşaqlıqda oxumuşam. Və ya Allah var, ondan sonra Muhammed var, Muhammed'da imamlar var, ondan sonra İmam Zaman var, bu da ki vilayət fəqihdə, o da vəli-i fəqihdir, vəli-i müslümin. Yəni o qanuniyyətini şey edir, ideoloji yaradır və hər şey ideolojiləşdirir. Devlət özü bir ideolojidir, devlət ideolojisidir, devlət gərək olsun. Bizdə durub rahat deyə bilir, yox, devlət lazım deyil olsun, mən özüm lazım deyil, sənə vergi verəm, sən deyərsən ki, bu da mənim millətimdir, sən ehtiyac deyilsən, bu anarkik, fəlsəfi anarki düşüncəsidir, filozofik anarşizm. Deyir ki, yox, amma deyir, yox, devlət özü bir ideolojidir, devlət özü bir düşüncədir, devlətçilik, çox önəmli bir bəhsidir bu. Gətirir, ideolojini işte, bizim devletimiz İslam'dır, ne bileyim, biri de değil Yahudiliktir, öbürü de değil. Fark edemez. Devleti bir ideoloji kimi gətirir oraya. Bu üçüncü. Dördüncü de tabii ki gətirir senin şəxsi rabitələrin arasında. Çünki hər şeyi şey edir. Sənə kimlik verir. Sən hansı millətdənsən, sən nəsən, sən hansı qrupdasan. İranda bunu çox qəşəng görürüm. Sən Kürdsən, sən nə filan, hamımız İranlıyıq, gətirir bir dənə bir identitin kimliyi, şəxsi olaraq. O şəxsi rabitələrə bilə şey edir. Sən bir oruçluqdur, düzdür, biraz önce dedik ya, ideoloji olarak da şey edir. O ayrıdır bundan. Deyirsən, sən bir şey yedin, sən də o birini, mesela, decinən ki, sənin ailində kimlər, mesela, devlətə qarşıdır. Sən o şəxsi rabitələri və qarışır. Onu da istəyir kontrol eləsin, emal edir düşüncəsini, həm biraz öncə deyildi, 4 sahədə, başda 4 sahədə devlət hər şeyi kontrol edir, hətta sən şəxsi rabitələrə görə, hətta sənin əlində olan telefonu, məsələn, sən yaxalayanda ya Amerikada olsun, ya İranda olsun, fərq eləməz. Birinci şey ki, sənə deyir, telefonu ver mənə, telefonun da kodunu da ver. Çünki mən görüm, sən telefonda kimlərlə danışıbsan, nə düşünübsən, harada əks alıbsan, kimlə, devlət casus qoyur adamların arasında, da indi lazım deyil, telefonlar özləri hamısı deyir, siz nə görürsünüz. İstəyəcəksən şəxsi rabitələrinizi, nə düşünürsən? Əski Sovyetdə yaxalardılar adamı, deyədilər, sən filan düşüncənə görə səni öldürərdilər. Fəqət düşünübdür, yəni onu, düşüncəsi budur. Yəni iddiamı düşünməkdir, filan bir şeyi düşünməkdir. Hətta qəbul edir, eləmir, yox, düşünübdür. O düşüncə suçu. İranda da o cürdür. İran çünki əski Sovyet kimi davranır təqribən. Böyle, devlet tarafından da güc böyle görünür. Əlbəttə gene de çok danışabilirik bu arada. Ben yığdım bunları 4 tane. Sağ olun, teşekkür ederim. İndi cənabınız bir İran'a işarələdi, bir də komünist dövlətlərə işarələdi. Mən bilmiyorum, Amerikada da McCarthy'sin var. İlahi Sovyet. Bəli, bir şeydə də Amerikada da McCarthy'sin var idi. O da elə onun bir qardaşı idi. Elə hər kəs solçuluq ittihamına insanlar yok olurdular. Arz edeyim ki, indi mən o yer kürəsindən çıxıb baxanda deyirəm ki, güc nədir? Ya nələr gücü sembolizə edir? Ya nələrdə gücü görürük? Elə biri o divarı çəkmək. O güc ki, o divarı bizim zehnimizdə çəkdirək ki, bura 200 məmləkətdir, o özü güc. Əvvəl onu yarada bilir bizim zehnimizdə ki, bura İrandır, bura Amerikadır, bura İspaniyadır, bura Əraqdır. Bu, yəni o gücdür, o özü elə bir gücdür. Bizim zehnimizdə onu yaratır. Bu elə bir gücdür. Bunun için deyir, bura 200'dür, bura 500'dür. Yəni gələcəkdə 500 olsa, bu indidən
o beyin şey olur. Yani ona hazırlaşır. Mesela fikir edin ki mesela 5 yılın içinde, 10 yıl içinde İran'da mesela İran olan yer bugün için İran alınır. Orada bir 6 memleket çıkar. Örtüye çıkar. Ve bu ihtimal da var. İnşallah. Evvelda bəhs olunmuş. Efendim? İnşallah diyorum. İnşallah. Ve orada mesela bu için o gücü yaradasan, o yaratmak bir şeydir. Mesela şimdi bunu gələcəm yer üstünə. Güney Azərbaycan istiqlalçıları eləyə biliblər ki, Azərbaycan məfkurəsini insanların beynində yaratsınlar. Ne mutlu bize. Ne mutlu bize. Ya bu düzdür. Ben, Yani düz şimdi bizim da, pulumuz hayat, yoktu, ordumuz yoktu, pulumuz yoktu, ordumuz yoktu, ne bileyim güçlü lidershipimiz yoktu, kanunumuz yoktu, polisimiz yoktu, emniyetimiz yoktu. Bunlar elimizde, bunları idare edemiyor. Ama bu iki insanların zihninde güçlüğü yaratmış. Yani o 200 memlekette, ama ben Türkçe, ben İranlı değilim. Yani bu özü bir güçtür. Çok büyük güçtür. Çünkü kalan güçler bundan gelecek. Evvel siz bu beyni de bunu yaradırsınız ki bu memlekette yeryüzünde 200 tane var. Niye benimki olmasın? Benimki hardadır. Bunu ki yarattın. Ben kimim? Bu kimliği de yarattın. Bu da güçtür. O benim nəzərimə kimlik verirsən. Deyirsən ki, sən Azərbaycanlısan, sən Türksən. Sən Türksən. Və bunu inansa o beyin orada bu şeyler. Yani yer küresi böldü. 201 oldu. Şimdi mümkündür ki zorumuz el-an çatmaya. Ordu zorumuz, silah gözümüz zorumuz, pul gözümüz el-an çatmaya. O divarı doğrudan orada çəkək. Yani bayrağı da orada asaq deyək ki, tamam burada dövlətimiz, qanunumuz, polisimiz, əmniyyətimiz vardı. Gücümüz, tankımız da, təyyarımız da vardı. Hər kəs bu torpaqdan geçsə vurar, savaşar. Ama beyinde biz üstten bakıyoruz. O beyinde yaran, bence bu büyük güçler. En mühim güç bu iki tane. Yani o sərhədləri insanların beynində çəkmək, bu güc ve çok bunu diyeyim ki biz çok güçlüyük Oğuz Bey. Gücünüzü bilmiyoruz. Biz bu işi geçen 30 ildə, 40 ildə yaratmışız. Yani yadımızdan çok hayatta başarılarımdan biri budur ki, özümü bu gücü yaratmağa milletin içinde benim bir sahmim olmuş. Yani buna birçok insanların devletim olabilir elbette. Çok insanların bunda səhmi var. Yani hər kəsən öz qədərindən səhmi olubdur. Ömrücən, çalışdığıdan, o güce yetişmeye hayat lazımdır, zaman lazımdır ve enerji koymak lazım. O da ayrı. Mümkün ki biz mesela ömrümüz ola görək, mümkündür görməyək. Mesela Dəmirçi rəhmətlik öldü, heyət öldü, çoxları da yani tanıyırıq. Bunlar biz insanlar zəhmət çəkmişlər, ömür yandırmışlar bunun ayağına. Allah rəhmətini getdilər, vətəndə dəfn oldular. Bəzisində vətəndə hətta dəfn olmadı. Yəni icazə vermədilər vətəndə dəfn olsun. Amma onların zəhmətlərinin əsasında biz yer kürəsində bir güc olmuşuq. Biz gücü mən beləsi istəyəm deyəm ki, gücü tərif eləyəndə mən onu tərif edirəm ki, biz eləyə bilmişik insanlarımızı o işğal olunmuş beyindən ki, İranı bir şey görürdülər ki, İran vətəni, mən canı, mən gedirdi ona savaşırdı, Əraqla 8 il ölüb verirdi, arvadlar, xanımlar, qızıllarını çıxadırdılar, verirdilər, kişilər işlədiklərini verirdilər ki, o İran dövləti, Əraq dövlətinin qabağında savaşsın. İndi o tərsinə dönə bilibdir. Adamlar deyir ki, Azərbaycan İran deyil. Saray mən Türkəm. Nə mutlu Türküm deyənə ki, qazalıqda əslən bunu şeir də eləyiblər. Yəni çox sevdim bunu, mən gördükdən çifi uşaq bunu oxumağını oxur, çox gözəl oxur. Bu mənə, bu bir güc. Birinci bu düşüncəni yaratmaq bir gücü. İndi buradan gedəndə mən düşüncə yaratmaqdan ne deyirəm ki, din yaratmaq üzü bir güc. Siz dinin əsasında o torpağınızın, o torpaq divarı ilə onun məhdudəsini yıxırsınız divarları. Türk dünyası deyəndə siz bu məmləkətlər ki, Çinin ortasından ta Avropanın ortasından yapışıbdır bir-birinə. Bunları ne edirsiniz? Orada divarlardan çekti. Hətta eləyə biləsiniz, belə bir düşüncə yaradasınız. İslam, Məsihiyyət. Bunun
özün yaratmaq bir güc. Və buna insanları inandırmaq başqa bir güc. Və insanlar bunun yolunda ölməyə getmək başqa bir güc. Siz bunu yalan deyin, xurafat deyin, filan mühüm deyil. Mühüm budur ki, insanlar onun üçün eləyə bilir, o dinin altında, o ideolojinin altında, o düşüncənin altında deyir ki, öldürərəm də ölürəm də. Bu çox mühümdür. Gücün əslisi buralardadır. Məncə gücün əslisi insanların beyninin proqram eləməkdadır. Beynini bir şeyə mütəəhhid, iman gətirməkdadır. Əgər iman gətirsən, ciddi beyin bilmir ki bir şey gerçektir ya değil. Beyin bir şey o gücek istiyor yönelsin. Onu fark etmez. Beyin bilmir ki bir şey gerçektir, gerçek değil, sanaldır. O gerçekten danışmırıq. Biz insanları nə cür o şeydə yer kürəsində üstdən baxırıq, nə cür burada o 200 dananı, o 200 dananın küt faktorları nədir? Həvamil güc, o şeylər ki, gücün şey olur. Biri mənim nəzərimcə dinə inanmaqdır. Yəni o fikrə, o düşüncə. İmandır da, həmən o inan. İman ki, dedin ağa, mən bunun yolunda bunu haqq bildim, ayrıların haqq bilmədim. Bu güc. Əlbəttə ki, deyirəm, beyin bilmir ki, o inandığı şey doğrudur, yanlışdır, gerçektir. Önemli değil. Bu, mənim nəzərimdə bu gücdür və bu gücünü biz burada bu yer üzündə gücü idarə. Yəni güclər yer üzündə o 200 dana da yenə də bir makrosu var, bir mikrosu var. Yəni bir Məsihiyyət dünyası var ki, bu Məsihiyyət dünyasında Vatikanda oturubdur. 2-3 gün buna qabaq o pap öldü da. Allah rəhmət eləsin. O pap öldü. Ona lənət eləsin və onun sonra gələnlərinə də ondan sonra da. Məsihiyyət dünyasında bir gücdür. O Məsihiyyət dünyasında bir gücdür Oğuz bəy. Biz istəməyək, o birisi dinlərdə məcburlar ona desinlər, ölüb bir təsliyyət. Və gözlürlər ki, tağa pap gəlsin. Çünki güc dəngələrinə bağlanır. Çox mühümdür. Məsələn, fikrin ki, bizim dünyanacaq xilafət müsəlmanların və türk müsəlmanların əlindəydi, xilafət. Və İslam dünyası dediyinizdə eyni bugün pap ki, nəcürdür? Ölüb tamam dünya onun hər halda təsliyyət demağında və kim gələcəkdir, hansı gücü nədir aparacaq qabağa, nədir müdiriyyət edəcək, onun mübahisəsini aparır. Bizdə də xilafət İstanbulun ortasında bu oyunu oynurdu. Biz o gücü uduzmuşuq bu günlərə. İslam dünyası, İslam gücünü uduzubdur. Hətta biz getmişik sekularizmə deyə dinçiliklə müxalifət eləməklə o siyasi gücü əldən, siyasi deyil yox, gücü əldən vermişik. Yəni gücün bir parçası insanları Hindili olsun, Çinlili olsun, Ruslu olsun, Amerikalı olsun, müsəlman deyə eləyə bilirdin onları çevirəsən bir yumruğa. Və o yumruq silah gücdür. Yəni, birdən fətva vermirdin, siyasi fətva verirdin. Orada gedirdi, şimdi ölmürdü. Ya deyirdi, yox, yani gedirdi, savaşın. İnsanlar şimdi gedirlər savaşmağa, ölməğa. Sual yox, sual soruşmur, niyə gedirəm savaşa? Yəni, oradan çıxır, Farsça deyirlər, ərteş təranə darən. Həsən sual soruşmazlar. Çünki burada bir silsilə məratib, əvvəl bir inanc, məsələn, cənabımızla mən, özümüzü biz də ikimiz buradayıq, biz İrandakı silsilə məratibi qəbul eləmədiyimiz üçün burada yaşırıq. Yəni, onun əleyhinə üsyan eləmişik, orada o üsyanın sonucunda çıxmışıq bura ki, biz səni qəbul eləmirik. Amma onlar hiç orada qalıblar və ona itaat edirlər, onun əskərliğini edirlər, onun vergisini verirlər falan. Onlar məsələn onun itaatini qəbul eləyiblər. Mənim nəzərimdə gücün birinci faktorlarından biri budur ki, bir düşüncəyə iman yaratmaq insanlardır. Biz hələ bura yetişməmişik. Məsələn, mən bunu düşünürəm ki, biz əgər eləyə bilirik, o imanı yaradaq Azərbaycancılıqda və bu şeydə ki, İrandan ayırmaqda başarmışıq. Amma bu iki insanlar deyərlər, ağa, mən vergimi verəcəyəm siyasi partilərimə, tanıdığım, güvəndiyim şeyə, buradan biz onun əleyhinə, İranın əleyhinə şey deyəcək, çalışacaq.
Düşüncə səthində, media səthində, yəni media yaradıcı yox, düşüncə yaradıcı yox, lazım olsa dövlətlərlə müqabiliyə getəri yox, sistem, qanuni sistem qoyacaq falan, buna pul lazımdır, hardan lazımdır? Mən vergi verməliyəm buna. O gün o insan vergisini İran dövlətinə verir, bu tərəfə vermir, hələ biz güc sahibi deyilik. Əlbəttə bu gücün də birazı, bilirsiniz, vergini insanlar istəyərək vermirlər. Yəni, ürək üzvləri ilə dav tələbanə vermirlər. Dövlət zoruna verməsən neçə bəlqat onu dərməlidir, onun üstündə verir. İndi mənim nəzərimdə bəs biri o olur. Ondan sonra baxıram, orada insanlar var. O 200 danada. O insanları işte ayrı-ayrı insanlardılar. Hər kəsin öz mənafeyinin, öz rizayətinin və öz kontrolunun dalğısından gedir. Onları birləşdirmək üçün. Onu nə ilə birləşdirmək olar ki, və itaətə vadar eləmək. Yəni, silsilə məratib qoyarsan, itaət eləməyəni mücazat eləyəcəksən, itaət eləyən də itaət eləyəcəkdir, ona hadaş verməyəcəkdir. Hadaş yoxdur. Mücazat var. Bunu hardan, bunu nəticə edirsən, o mənə burada liderlik gəlir. Yəni, güc liderlikdən. O adam iş eləyə bilər. Məsələn, görürsün, bir dənə, məsələn, Ayətullahdır, nə bilim, bir dənə adamdır, bir yerdə, dərvişdir, nə bilim, filandır. Deyir ki, mən filan görürsünüz ki, adamlar onun sözünə qulaq asırlar, onun əmrinə qulaq asırlar, onun yolunda, nə bilim, bəzi işlər görürlər hər halda. Mallarını aparırlar verirlər. Belə, indi şiəlikdə, məsələn, xums vardır ki, şeydə yoxdur. İslamda yoxdur. Məsələn, aparır, malın verir o mallıya ki, desən bunu yecinə, ya xərcləcinin istədiyin kimi, mən hamı özüm, məsələn, nəticəsindən onu bilmir. İstəyirəm deyəm ki, o gücü ki, eləyə bilər. O bireyləri ki, rizayətləri və kontrollarının səviyyəsi bir-birindən fərqlidir və hətta bir-birinə mütəzaddır, onları eləyə bilər birləşdirə, o birləşdirməkdən bir güc yaradar. O güc, o bireylərin gücü deyil, o bir üstün gücdür, daha çox güclü bir gücdür. Onu yaratmaq. Bu, ya karizmadır, ya ideolojide bir yer olmaqdır, ya da özün o toplumda bir üstün, siz deyən sözə istəyirəm, o əzizi güc olmaqdır. Yəni, o birisi güclər sizin qarşınızda davam gətirə bilməyən. Mən gücün burada iki yerə bölürəm. Bir iddia gücü karizmadan ələ gətirir, eləyə bilər insanları birləşdirilər. Dedim, məsələn, müştəhiddir, ya bir böyük alimdir, məsələn, nə bilim, toplumda məsələn, bunları mən görmürəm bəzən. Ya da bir gücə çevrilir ki, əzici gücdür. Hər kəs mənim qarşımda dursa, mənim dediyimi qəbul eləməsə əzər. Mənə görə tabi olur. Da başa gedir. Məsələn, İran dövləti dəqiqən bundan şey edir, mütabiət edir. Məndə doğru da gedir əlbəttə. Çünki deyir, mən burada məncüdəm, məndən sonra bir başqa gücü rəsmiyyəti tanımıram. Hər kəs ki, mənim gücümün qarşısında dura, düşməni olaraq əzib öldürür. Və məsələn, görürük ki, zindana salır, işkəncə edir, edam edir. Məsələn, ərəbləri, bəluçları, kürdləri edam edir, türkləri edam edə bilmir. Türklərin başına nə gəlir? Türklər hamısı xiyabanda təsadüfdə ölürlər, dağda ölürlər, bağda ölürlər. Nə bilim, toplumda görürsünüz ki, bir şey var, birdən-birə bir şey düşür, görürsünüz, bir teydat adam vəsətdən getdi, yox olur. Bunlar o gücü, yəni o liderlik gücün əldə saxlamaq gücüdür. O liderliği yaratmaq özündə bir ayrı məsələ. O liderliği nə tür yaradar? O güc olsun, güc məsələsi orada. Ondan sonra bunların bir iddia insanları beyinlərin yıxamaqla, ya yıxamaq deməyək, indi burada yıxamağı işlədəndə biraz pis anlamına gələr, dostlar deyərlər, bəlkə biz nə tür düşünürük, amma insanları mümin eləmək məsələsidir, o gücdən. İndi o güc deyir ki, ya karizma ilə gəlir, məsələn, İranda Xumeyni, əlbəttə Xumeyni karizma deyildi, mənim nəzərimizdə bir ayrı məsələ idi, amma Xumeyni məsələn deyək karizma idi, Məhəmməd Rıza və Xameneyi məsələn silah. Yəni, o güclə, əziz gücünə, elə Xumeyni də əlbəttə əziz gücünə davam edir. Birdən gəlir, məsələn, neçə min nəfəri edam edir zindanda, zindaniləri edam edir. Yəni, bu adam əziz gücə gedir. Ya məsələn, insanlar çıxırlar Təbrizdə deyir, hara həyə mən Türkəm, onu məsələn əzir, o əziz gücünə bunun qarşısında durur. İndi
bu lideri yaratmaq bir məsələdir, Oğuz bəy. Yəni, o karizmatik insan var, yoxdur, bir tərəfdir. O lideri, o əzici gücü yaratmaqdır. O birisiləri eləyə bilər, ya ki, asaydı. Ondan sonra da onlara təlim verir. Siz buyurduğunuz dövlət işinə gətirir. Yəni, buradan sonra dövlət başlanır. Buradan dövlət yoxdur, əlin. Buradan sonra dövlət başlanır. O əzici güc var, o əzici güc gəlir, deyir ki, tamam, mən tərif edəcəm hər şeyi, ideolojini sizə verəcəm, dinicanlıqda dixalət edəcəm. Bu belə dixalət edərəm, bu belə dixalət eləmərəm. O qalıbdır dövlətin nəcür bir şey götürür. Amma gəlir, deyir ki, məsələn, bu toplumda tamam rəvabiti mən təyin edəcəm. İçəridə və xaricdə. Mən təyin, mən dediyim üzründə olacaqdır. Sənin kimdir? Adını mən deyəcəm ki, nə qoya bilərsən, nə qoya bilməzsən. Buracan, yəni dixalət eləyə bilir. Amma orada dövlət tapılır. Dövlətin işi bir başqa bir şeydir. O özü gücdür. Dövlət tapılandan sonra karizmaya ehtiyac yoxdur. Amma liderə ehtiyac var. Hətta Oğuz bəy, lider aşağı səviyyədə var. Yəni lider gücü, liderlik gücü aşağıda görürsünüz ki, məsələn, danışçılar, uşaqlar mədrəsəyə gedəndə o müəllimi dədənənələrindən çox mühüm bilənlər. Mən özüm bunu keçirmişəm, ona görə bilirəm ki, məsələn, o uşaq, o müəllimi daha çox dədənənəsindən çox güclüdür. Və çox, hətta bəzən, məsələn, mən deyirdim ki, müəllimlər kürək yeməzlər. Deyirdim ki, o qədər bunlar müqəddəs kimi bir şeydirlər. Uşaqlığın əlbəttə də o uşaqlıqdan danışır. Amma məsələn, danışıq deyil, nə bilim, filandır, bəhman qruhu mərdə deyirlər. Cami şinasında İranda mərdə qruhların lideri deyirlər. Deyir ki, məsələn, hər nə mən olsa insanlar gedir ustad danışıqdan soruşurlar, ya danışıcılardan soruşurlar. Məsələn, familidə bir dana danışıcı var, məsələn, deyək. Hamı gedir ondan soruşur ki, biz filan şey nədir düşünürsən. O qruh mərcə olur. Onlar ki, onun sözü şey olur. Bunlar bir güc. O özü bir gücdür. Bu iki bir qruh mərcəə çevrilərsən ki, sənin sözün geçərli ola, o birisilər sənin sözünü qəbul edəyələr və davranışların sənin sözünün, düşüncəvin əsasında qurğulayalar. Bu özü bir gücdür. Çox da böyük gücdür. Siz də buna işarə edərdiniz fərmayişlərinizə. Ondan sonra toplumun ehtiyaclarıdır Oğuz bəy. Qorxunu dedikdə siz də işarə buyurmuşsunuz. Dedim ki, əzici güc qorxu yaradır. Qorxu mücazatdan qorxu. Dedim təşviq yox, amma qorxu, mücazat vardı. Orada şey yaradır, güc yaradır. İnsanlar deyirlər ki, mən əgər bu işi görməsəm, ya bu işi görsəm, mücazat olacağam. Ona görə ki, mücazat olmayayım, bu işi görüm, bu işi də görməyim. Yəni, bu şey olur. Məsələn, maşını 120 ilə sürməyim, 80 ilə sürüm. Ya da ki, məsələn, nə bilim, əraq içməyim, nə bilim, bəzi işlərdə görürüm. Məsələn, maliyyatını verəcəm, məsələn, verim, vergimi verim. Bunlardan biri mənim özümüzün ehtiyacının özüdür. Dövlət ehtiyac icad edir, dövlətdən getək işləyir. İnsanların ehtiyacı var, o ehtiyac üçün bir dənə qaynaq axtarırlar. O qaynaq sahibi, o adam itiyə bilə, o qaynağı kontrol eləyə, hər nə olur olsun, o ehtiyaca eləyə bilə, cavab verə, o güc sahibi. O da gücdür. İndi bu ola bilər, o 200 dana difarın içində ola, eləyə bilər eşikli ola. Hər hangisi olsa, məsələn, biz ehtiyacdan biri azadlığı, məsələn, ehtiyac bilirik. Amerika buna tez oradan bir şeydir. Azadlığın şüarını verir, çevrilir gücə. Bundan belə ki, İranın içində deyil, Rusiyanın içində deyil, o biri yerlərin içində deyil Amerika. Amma güc orada. O düşüncə, o ehtiyaca cavab verən düşüncə şey sahibi olur. Güc sahibi olur. Mən bunları istirdim danışaq. Əlbəttə çoxdur. Mən burada yazdıqlarım geçən 2 həftədə, əlbəttə onun bəhsindən qabaqda da yazdıqlarım çoxdur. İndi biraz sizə fürsət verim. Mən uzun danışdım. Cənabı çox oradan sakit dayandınız. Məzlum baxdınız. Oradan biraz cənabı devam edin. Sonra mən yenə əgər lazım olsa sahata da bir baxaq əlbəttə. Sağ olun. Yəni bugünkü danışığımızda biz gene də gücün değişik boyutlarını tərif eləməyə çalışdıq. Ondan sonra bir də ki, dövlət gücü necə emal eləyir, dövlət tərəfindən güc necə baxılır, onun da o binövrələrini danışdıq. Onu 4-ə böldük. Dövlət gücü
indiki lap belə modern filosoflarda buna qanidirlər. Gücünü öyle 4 boyut ile imal eləyir. Devlet gücünün 4 yığılsın hamısının bir yere 4 tane boyutu olur devletin gücünün. Əlbəttə o felsefi olarak gücü danışanda onun boyutları çoxdur. Biz bu gün bəzilərini işarələdik, biri tanınmışlığa işarələdik, qrup bağlılığına, dinə, millətə filana işaretlik, bilgiye işaretlik. Bilgi özü bir güçlü onu danışmadık. Yiyəliyə işarə etdik ki, siz də ona mal, sərvət kimi başladınız. Biz de onun adını, o boyutun adını anlattık, koyduk ve anlattık. O da yiyəlikdir ki, insan necə bir şeye sahip olabilir. Ve ondan sonra danışığımız çekildi. Devlet gücü hangi boyutlardadır? Onu da dördünü de necə ki, modern filosoflar getirip onu daha indi o yere getiripler ki, daha indi biz 300 yıl önceki filosofların yok. Daha modern felsefe bize diyor ki, devlet gücünü öyle imal edir. Başlıklarını desek biri batı ve qaba güçtür, ezici güçtür. O da ordusu ve polisi ve değişik güçleridir. Ondan sonra o zemini ferahem etmektir, zemini tarif etmektir. Bu ikincisidir. O oyun sahnesini size gösterir. Burada oynayacak. Oyun sahnesi neyi size, harası size zemindir, harası değil onu anlatır. Bunu yaxşıca o politikal hatta ajandanı yani program nedir, plan nedir bunu anlatır. Devletin programı, devletin ajandası, devletin planı olur o milletinki ve bunu ihmal edir bu gücü milletin üzerine. Elbette ki bilirsiniz neyle? Üçüncü gelir. İdeolojiyle, düşünceyle, sizin düşüncenizi milletin genel ve toplu milletin ideolojisini kontrol edir. Dinini, onlar necə fonksiyon eləyəcək milletin dini nedir? Hangi yerlerde tekkeler, Hüseyniyələr, ne bileyim, meçidler, camiler, kilisalar bunlar ve milletin düşüncesini etmek. Onları bize göre bir din, bir devlete, devlet bakış açısından, devletçilik bakış açısından dinçi millet daha rahat idare olunur. Bize göre budur. Ona göre bu boyut çok önemlidir. O ideolojikal boyut. Ki milleti dinçi saxlamaq. Milleti qulağı tüklü, qoyun kimi saxlamaq. Yani bir şeye inanıp Allah'a ne bileyim baştan böyle gelip yani bir hirem kimi bir Allah var. Ondan sonra melakeler var. Ondan sonra insan var. Bütün Allah da dünya insana göre yaratmış. İnsan dünyanın merkezidir. Allah dünyanın kudret merkezi. İnsan devlet bakış açısından bu daha uygundur. Bu daha rahattır o milleti kontrol etmeyi. Çünkü gücün nihai hedefleri bilirsiniz kontrol. Mesela üçüncüsüne de işaretli. O da ideolojini kontrol etmek. Kilisaları. Ne kadar bir millet çok dinçi olsa, çok da yok. Yani çok da olsa belki sirkenin çoxu vurar. O xumranı da ne derler, qabı da patladar. Ha. Elə İran kimi. Mesela İranda ne kadar başına kulaklarına çalsalar, dövseler Hüseyin vay ilə elə Məhərrəmdən oruçluqdan Rəcəbdən Şabana. O daha İran devletinin ve devletçiliğinin şeyleri hem şah zamanı hem indiki zaman. Məhəmməd Rəza Şah özü gedərdi Məscid-i Spəsalarda oturardı ve ağlardı ve bunu delirler. Ve Amerika'da da bu cürdür. Amerika'nın milleti dünyanın en dinçi milletlerindendir, en ideolojik milletlerindendir. Ve niye? Çünkü o daha rahat kontrol olur. Bir millet ki ideolojikal olduğu daha rahat kontrol olunur. Bir millet ki öz gücüne ve başka güçleri bir türlü kabul ediyor. Böyle hirem kimin güçleri kabul etmiyor, onu kontrol etmek çətindir. Dördüncü de ki arz elədik, o da milletlerin arasındaki ilişkilere bile dəxalət edip onları kontrol etme gücüdür ki devlet bunu emal edir aslında. Devlet tarafından böyle bakılır.
ki, yəni o sənin kimliyin nedir, hangi millətə aidsən, sənə kimlik vermək, sənin adını, özünü, hər şeyini bir türlü, sənin insanların arasındakı rabitələri, yəni şəxsi rabitələri belə kontrol etmək və biraz öncə arz elədik, indiki teknolojide telefonla, internetle, her şeyle. Bu da onun bir boyutu devletin. Ve bütün meseleler ki danışıldı bugün, hani Səfəli bəyin tərəfindən, mənim tərəfimdən, o da bir boyutların içinde yer alır. Bu devletin 4 tane boyutunun ki necə gücünü emal eləyir, onun içində əslən yer alır. Hamısı biri orada yer alır, biri orada. Bu böyledir. Ve ben çok teşekkür ederim. 2 saatdir ki biraz da çalıştık ki işıq salaq güc nedir ve gücün boyutları nedir ve o boyutlarının birini biraz açmağa çalıştık şeyi yiyeliği. Daha çok karmaşıktır bəhs ama çalıştık. Bir de devletçilik, devlet tarafından bakmağa çalıştık şeye. Ki gücü devlet necə emal edir, ben onu anlatmaya çalıştım ve elbette misallarla siz getirdiniz, onu daha aydınlattı. Buyurun. Sağ olun, teşekkür ederim. Hatta bence bunları gücü biraz açabildik. Güc nədir? Amma bunun faktorların daha çox bəhs eləməliyik. Məncə hələ fiilən gücün boyutlarının bir çoxu qalır və bunları biz görməliyik, onları bəhs eləməliyik, onların üstündə danışmalıyıq və toplumumuz da bunları incələməlidir, əslində düşünməlidir, yol tapsın. Və eyni halda Oğuz bəy, biz özümüz də gücümüzə, yəni gücümüz harda var, harda yoxdur, onu da bilməliyik. Yəni təşxis vermək özdə bir güc. Bəli. Bu analizlərdə elə adam öz gücünə biraz vaqif olanda bilir ki, məsələn, mənim zəifim hardadır. O zəifi də bilmək mühümdür. Onu danışmamış. Bəli. Tamam. Mən də fikir edirəm ki, indi 2 saatda geçdi. Ben sizden bir şey isteyeyim. Buyurun, əmr edin. Onu indi istemesem olmur. Onu siz elə program bitenden sonraki orada o paylaşıyı vurursunuz, şehir veya paylaşını. Onu vurandan sonra hemen ya benimle danışın ya ben o başlığı necə şey edərsiniz, onları beraber yapalım. Tamam. Oldu. Dostlar, Yaponda gördüm, dostlar geldiler, yine selam yazanlar var, gelirler, gedirlər. Çok hoş gördük. Umarıq ki, inşallah hər yerdəsiz, can sağlığınız olsun. Bizim 14-cü düşünüş programımız burada qutarırıq. O birisi programa qədər sizin hamınızı Allah'a tapşıraq. Sağ qalın, səlamət qalın, görüşmək üzrə. Sağ olun. Oğuz bəy, görüşmək üzrə. Sağ olun.